Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. Beyin mühəndisliğinə qarşı əsli Türkcə, əski Türkcə kitablar proqramının 306-cı bölümün başlayıram. Allaha min mərtəbə şükür olsun ki, bu günlərdə bizə bu ömrü verdi və bu səadəti verdi ki, bu günləri eləyə bilək. Türk dünyasının, Türk insanların yaratdığı dil və yazı uyğarlıqlarından bir neçə dənə ayrı təcrübə toplumun, elm toplumun, anlayış toplumu ilə tanış olaq. Bu günlər oruçluğun əvvəlidir. İnşallah ki, oruç tutanlara Allah ibadətlərini qəbul eləsin, niyazların qəbul eləsin inşallah. Mən axtardım ki, bəlkə türklərin düşüncələrin oruç haqqında tapım kitabların. Təəssüflə tapa bilmədim. Hər halda sonki günlərdə bu axtarışları Türkiyə kitabxanalarında axtaracağam. Əgər imkanı olsa, o haqda bir-iki kitab oxumaq səlah görürəm ki, görək türklər oruçluğa görə nə düşünüblər. Gedək görək bu günləri hangi kitab bizim şansımıza çıxır ki, onları oxuyaq. Bildiyiniz kimi bu kitabları öncədən indirmişik və hazırlamışıq ki, buradan bir-bir bunları açaq oxuyaq. Küp nikat-ı məqu və iştibah yazmışam, mühilər yazmışam. Məsih məsələn, tamam. Divan-ı Übeydullah Xan Səmərqəndini dünənləri oxuduq. Bu 3-4 kitaba dünənləri nəzər açdıq və illətini də dedik ki, niyə oxumadıq. Bu günləri 2 kitab açaq, hətta bəlkə 2 kitab açaq, üçüncüsü qalsın bir ayrı günə. İstirdim Təsnim-i Mühəmmədi də açım elə olsun 3 dənə, çünki onun da səhifələri azdır. Bir dənə kitab almışıq, Təkəl oğlu. Nə deməkdir? Mən bilmirəm. Tək əl bilirik, tək əldir. Bu tək əl. İqtisadda, ekonomidə çox şeydir. O şirkətlər ki, tək əldirlər. Yəni məmləkətdə icazə vermirlər. Ayrı onlara rəqib çıxsın, onlara tək əl deyirlər. Ya inhisari, indi İranda inhisari deyilir. Gedək görək ki, bu kitab ya zahirən 48 səhifəlik bir kitabdır ki, PDF bunu 24 səhifə göstərir. Çünki PDF-in hər bir səhifəsində kitabdan 2 səhifə qoyublar. Kitabı kiçiklətdik ki, səhifəyə yerləşsin, yerləşmədi, tamam, indi yerləşdi. Bu kitabda yenə o birisi kitablar açar, Süleymaniyyə kütüphanəsində saxlanılır. Mən bu günləri oruçluq haqqında kitab axtarırdım, görüm türklər yazıblar, nə düşünüblər, oruçluğu nə cür düşünüblər. Və bunu da deyim ki, namazı, dəst namazı nə cür alırlar, bunları da ərəb dünyasından axtarıram. Çünki şiələr yalancı bir dindir. Və doğrudan bu mənim zehnimə gəldi ki, kitabların birində oxurduq, yadınızda olsa, qiyamətdə millətlər ki, yerdən qalxacaqlar, belə inancı var insanların ki, qiyamət olacaqdır, yerdən biz göyərəcəyik, taşdan çıxacağıq. Və çıxandan sonra hər kəsən öz dininin rəisinin dalısında, onun parçamının alısında duracaqdır. Məsələn, Həzrət Məhəmmədin tərəfdarları dünya boyunda neçə nəfərdir, onun arxasında duracaqlar. İndi onun da içində hər kəs bir özünə ləşkər düzəldib da. Məsələn, Yezidçilər, Ömərcilər, Osmançılar, Əliyçilər, İmam Həsəncilər, Hüseynçilər, bunlar hərəsi özünün bir ləşkəri var. Diqqət edirdim, gördüm ki, bunların içində ən yazığı İmam Həsən, İmam Hüseyn ilə Həzrət Əbülfəz olacaqdır. Ən yazığı, bədbəxti.
Çünki tamam yalançılar, tamam cinayətkarlar, oğrular, əyrilər, üzr istəyirəm, fahişələr, vələdül filanlar, bunların hamısı duracaq İmam Hüseynin dalısında. Niyə biz İmam Hüseynə ağlamışıq, Aşura günü gedib ağlamışıq? O birisi günə getmişik, oğurluq eləmişik, ixtilas eləmişik, cinayət eləmişik, adam vurmuşuq, uşaq vurmuşuq, böyük vurmuşuq, yetim malı yemişik, özgənin malını yemişik, malını oğurlamışıq, çek vermişik, verməmişik, iş pulunu almışıq, verməmişik, cinayət eləmişik, vurmuşuq, döymüşük, açmışıq, kəsmişik, xiyabanda insanların haqqını qoymamışıq alsınlar. Ordu bizə dövlət güc verdiyi üçün dövlətin gücünə dayanaraq getmişik, insanları vurmuşuq, döydümüşük. Yəni ordu insanları, yəni silahlı güc qışqıracaq ki, bunlar mənim adamım deyirlər. Onlar da deyəcək, yox biz İmam Hüseyndən ötürü orada demişik, İmam Hüseynə ağlayan o dünyada şey olar. Ya Həzrət Əbəlfəzə ağlayan. Yəni Fəzlən İmam Hüseynə ürəyim çox yandı ki, bu şiələr o yazıqları o dünyada çox baş aşağı eləyəcəklər. Çox baş aşağı eləyəcəklər. Onun bir cümləsi var, Həzrət İmam Hüseynin deyir ki, əgər, qoyun bunu soruşum şeydən, bunun düzün mənə desin cümlənin, çünki indi nə vaxt işlətmirəm bunları. İmam Hüseyndən bir söz var ki, buyurur, əgər diniz yoxsa azad olun. Bu sözün ərəbcəsin yazar mısın? Görüm onu əgər tapsam o hədisi. Bəli, hətmən bu söz İmam Hüseynin Kərbəla çölündəki ən məşhur və tarixi buyruqlarından biridir. İmam bu sözü düşmən qoşununa hələ sağ ikən xeymələrə həmlə etmək istədikləri anda xitab edib. O Həzrətin buyurduğu məşhur ərəbcə ibarət belədir. İn ləm yekun ləkum dinun və kuntum la təxafunəl məad fəkunu əhraran fi dünyakum. İn ləm yekun ləkum dinun, əgər sizin diniz yoxdur, dinsizsiz. Və kuntum la təxafunəl məad və maaddan da qorxmursunuz, qiyamətdən də qorxmursunuz. Fəkunu əhrarən fi dünyakum, dünyada əhrar, azad insanlar olun. Demir burada arvad ya kişi. Deyir ki, hədisi İranda cəl eləmişdilər. Zahirən bu hədis deyildi. O hədis ki, mən deyirdim, bu onun çox-çox xülasəsidir. Amma hədis budur zahirən. O Həzrətin bu sözə bənzər daha başqa sözü də varmı? Görək ki, bəlkə İrandakı o hədis ki, biz oxuyurduq, o belə də çox qıssadır. Zəlləti deyib ki, İmam Hüseyn ən tanınmış sözlərindən biridir ki, Yəzidin beyətini rədd edən zaman buyurub, Əla və innəd-dəiyyə ibnəd-dəi qəd rəkəzə beynəl-isneyni beynə silləti və zilləti və hihad minnəz-zillə. Tamam. Agah olun ki, o zinazadə oğlu zinazadə Übeydəllah ibn Ziyad ona deyibdi. Məni iki şey arasında qoyub, qılınc, ölüm, ya zillət. Bizdən zillət uzaqdır. Və heyhaud minnəs zillə. Ya bir ayrı söz var. İnni la ərəl mevtə illə səadə və ləl həyatə məəz zaliminə illa bərəmə. Bunlar inqilabdan sonra yazıq oldular, məzlum oldular bu sözlər. İnni la ərəl mevtə illa səadə. Mən ölümü səadətdən başqa bir şey görmürəm. Ölüm mənə səadətdir. Və ləl həyatə məəz zaliminə illa bərəmə. Zalimlərlə yaşamaq mənə bəramədən sonra bir şey deyil. Bəramə nə deməkdir? Alçaqlıqdan sonra, əskiklikdən sonra bir şey deyil.
Bu da İmam Hüseynin bir ayrı sözüdür. Bir ayrısı da var. Taza deyibdi ki İnne ennasu übeydü dünya ve dinu laigun ala alsinetehum fe iza muhisu bil belai galled deyanun. Mənası budur ki, ennasu übeydü dünya. İnsanlar dünya malının, dünyanın bərdələridirlər. Və dinu laiqu ala alsinetehum. Dil də onların ağzında bir oynatmalı adam saqqızdır. Dünya qulu olublar. Din isə dillərində bir oynataqdır. Dedim saqqız. Mən daha rahat deyim ki, adamsı kimi bir şey, saqqız kimi bir şey çalıbır ağızlarında, onu dindən danışırlar, altəla olalar, ya imtihan gələr. Qalləd deyyanun. Çətinlikdə, yəni dindarlar az olar. Daha bir sözü vardı, deyir ki, Əla tərəvnə ennəl haqqə la yu'məlu bih və ennəl batilə la yutenahiən. Görmürsünüz ki, haqqa əməl eləmirlər və batildən nəhy olmur, eləmirlər. Batili nəhy eləmirlər. Yəni, indi İranda batil nədir, haqq nədir? Hər kəsən bilir bunu. Yəni, mən bunu demək nədir? Amma onlar ki, sakit qalırlar, danışmırlar. Onlar İmam Hüseynin dalısında necə duracaqlar və necə İmam Hüseynin başına şəha gətirəcəklər, bu mənə bir məsələdir. Kitab açdıq. Kitablarımıza görək ki, bugün kitablarımızı bir baxaq. Elə birinci səhifədə görürük, kitabın içi cırılıb, çürüyübdir əslində. Hər tərəfindən baxırıq, kitabın birinci səhifəsi kamilən çürüyüb, həm aşağıdan, həm başdan çürüyübdür. İkinci səhifəsi də baxırıq, yəni o səhifəni çevirmişik. O səhifəyə ki, baxdıq, onu çeviririk, görürük, o da cırılıbdır. Üçüncü səhifəsi ki, bunun vərəq desək da, üçüncü vərəqi, yarpağı, ikinci yarpaq. Birinci yarpağın o üzbüyüzünə baxdıq, birinci, ikinci səhifə. İndi üçüncü baxdıq. Bu da görürük ki, yarısından çoxu yenə də çürüyüb gedib aradan. Dördüncü səhifə ki, yəni üçüncü vərəqə baxanda görürük ki, bu da yarısı yenə cırılıb gedib aşağıdan və o birisi səhifələrə gəlib baxırıq, görürük ki, onlar yerindədir. Çox gözəl bir xətt ilə yazılıbdır. Niyə gözəldir? Çünki gözəl ilə biz eləyə bildik, əlaqə saxlayaq. Biz ondan anlaşa bildik, ondan otuşa bildik, ondan konuşa bildik, ondan danışa bildik. Əgər bir şey o qədər gözəldir ki, mən onu yaxınlaşa bilmirəm, onu anlaşa bilmirəm, ondan danışa bilmirəm, ondan otura bilmirəm, mənim üçün gözəl deyil. Bəlkə bir ayrı adam ki, o səviyyədədir, ona gözəldir. Amma mənə gözəl budur ki, rahatca oxuya bilim bu kitabı. Yoxsa şikəstə bəstə yazılar, nə bilim, nəsrəlik yazılar, nəqqaşi deyirlər filan, mən onu oxuya bilməyəm, onun mənə ərzişi yoxdur. Mən zahirən nəqqaşidən də çox ləzzət taparan bir adam deyiləm. Yəni deyim ki, məsələn, nəqqaşidən, əksidən çox ləzzət taparım. Belə də bir adam deyiləm. Otağımda da məsələn çox mənim nəqqaşi olmaz, evdə də olmaz. Kitab görürük, iki rəng ilə yazıblar. Bəzən qırmızı yazıblar, bəzən orada burada bəzi cümlələri qırmızı yazıblar və bəziləri tamamilə də kitab qərədir. Bəzi yerdə də elə bir ki, ədəd kimi, la kimi 1, 2, 3, 4, 7, 6 belə bir şeylər də gördüm yazıblar. 7 imiş, la deyilmiş, 7, 8 imiş. Onlar da baxarıq, görürük, nədir bunlar yazıblar, yenə də davam edir beləsi. Bəzi kəlmələr ərəbcə yazılıbdır, onları yenə dediyim kimi baxarıq, zahirən cavablardır, ya hər nədir beləsi davam edir. Kitab düzdür, əvvəldə 2-3 səfəsi aradan gedibdir və kitaba 2 dəfə ən azından su gəlibdir. Ən azından və bir dəfə də ehtimal verirəm kəsif su gəlibdir. Yəni, bu qədər də deyə bilərəm ki, bəzi səfələrdə çürümüş ola bilər. Hər halda bunu da görürük. Kitabın sonuna gəldik, yetişdik. Bu kitab zahirən 24 səhifədir PDF-də. Biz bunu gördük. Od, xaric, səd, ləhiyat, qovs, müştəri.
Hətmən bilmirəm bunlar nə imiş, belə bir şeymiş, mən bunu anlamadım. Gedək kitabın o bölüb səhifəsindən şeyi cırıqdır, amma ərəbcədə orada bir şeylər yazıbdır. Görək onu oxuya bilirik ya yox. Hər halda cırıldığı üçün çox yerin oxumayacağıq, amma yenə bir başlayaq. Çünki burada Bismillahla başlayıb. Bismillahirrahmanirrahim. Və indəhu məfatihul qeyb. Məfatih deyil, məfatihul qeybi la ya'lemuha illa huvə və ya'lemu ma fil berri vel bahri. Allahümme inni əs'əlükə bi kulli ismin huvə ləkə və ənzəltə fi kitabikə və əv dəakə bihi əhədən qaimen qaidən راكعا ساجدا في السماوات والأرض وبيني منا وعرفات ومقام إبراهيم بيني منا همان منن وعرفات ومقام إبراهيم وبيت الحرام دعاك خالصا مخلصا حاليا في ظلم الليل والضوء النهار قسمت فديت فسمعت فديت وكشفت بديت اللهم إن تراني حاجتي في هذا الخصوص بحولي gedib سهل على hazza zamiri leke ala kullin cenede cırılıp gedibdi görürsənmir. Duadır, dua edir Allah'a. Allah bizim bu günlərdə, bu oruçluq günlərində, gözəl günlərdə Allah duaları, oruçları qəbul olan insanların nəfəslərinə, dualarına and verirəm. Öz lütfü və and verirəm. Bizlərin də dualarımızı qəbul elə. Bizi bu çətin vəziyyətdən ki, məmləkətdə millətimizə, vətənimizə hakimdir, toprağımıza, suyumuza, havamıza, canımıza, pulumuza, işimizə, ağlımıza, dədəmizə, nənəmizə, bacılar, qardaşlarımıza hakimdir. Bundan bizi xilas eylə. Daha yaxşı günlərə, daha yaxşı yaşamlara bizi apar. Amin. Hər halda burada kitabın ehtimalən bir səfəsi cırılıbdır. Çünki mətləb başlanır yarımçılıq. Kitabın bir neçə səfəsi cırılıbdır, bəllidir. Çünki biz burada kitabın düzdür, burada yazılan 2, amma bu diri salim qalan səfədən ikinci səfədir. Yəni burada indi ortada görürük ki, Türkçə yazı başlanıbdır, amma yarımçılıq. Məsələn, düşməni qalib olə, yoxsa ben mi oli qəvi olsa düşmənə qalib olə. Əgər zəif olsa düşmən ana zəfər və nəsrət bulə. Dedinci və 7-ci qəvi olsa, ehtimalən burada düşmən haqqında danışır. Bu kitab çox ciddi olacaqdır. Amma qoy ya da oğla qoy olsa, qəvi olsa, ben mi? Oğla qəvi olsa düşmənə qalib olə. Əgər zəif olsa düşmən ana zəfər və nəsrət bulə. Və 7-ci, burada görürsün 7-cidən danışır. O halda ki, burada qabaq 6 dana hətmən bir önəmli bir neçə səhifə düşüb kitablar. Və 7-ci qəvi olsa düşmən sail üzərinə qalib olsa, əgər bərabər olsa örtülərində ya da örtələrində sülh olə. Çox gözəl bir siyasi soyuqdur nədən isə. Heyf ki, aradan gedibdir. Yəni, bu zahirən bu önəmli məsələ ki, düşmənin bölürmüş onunla aradan gedibdir. Qəvi olsa düşmən sail üzərinə qalib olə. Əgər bərabər olsa örtələrində sülh olə. Əgər düşmənlə gücüz bərabər olsa ortada sülh olar. Çünki onun zoru zərə çatmasa sülh olar. Bu
təhcə bir şeydir ki, burada anladım. Burada yazıbdır ki, 18-ci məsələ. Yəni, buradan 18 məsələ gedibdir. Qabaqca müqəddəməsi olub, filan olub, bunlar hamısı aradan gediblər. 18-ci məsələ. Əgər sorsalar ki, ortalarında sülh olmi yoxsa, olumlu ya olami yoxsa, olmimi əvvəli 9-cu və 15-ci körkəl əgər səd olsa olur. Yenə də burada bir şey deyir ki, mən baş tapmadım nədir? Çünki biz ortasından düşmüşük kitabın. Əgər sorsalar ki, ortalarında sülh oləmi yoxsa, sülhün olmaq imkanı olmasa, soruşsalar, olmimi əvvəli 9-cu və 15-ci körkəl əgər səd olsa olur. Hər halda bunlarda nə deməkdir, baş tapmadım. Ehtimalən bu istilah gedir göydə, zıdda bir işlər görür. Yəni o zico, qəminteratu, mügənteratu ondan göydə zıdda bir şeylər ölçür. Çünki bu birinci səhifədə də bir şey var idi. Əgər diqqət buyursanız, burada da od, xaric, səd, ləhiyat, qovs, müştəri, nar, daxil, səd, qəbs, əsəd, şəms. Bunlar əgər əlməkdən, sinməkdən sorsalar, ölməkdən ehtimalən, əgər ölməkdən ehtimal verirəm. Çünki deyirəm, cümlələri ox qabaqca olmadığı üçün bilmirəm ki, bu nədir. Əgər ölməkdən, sinməkdən sorsalar, əvvəllə 5-ci körkül rəml xaricəsə sanmağı tərk etmədikdə, əgər bundan qeyri olsa, ölməyi, satmağı tərk etmək üstürlab o, zic o, müqənterat onlarla işlir, onlara işarət edir. Mən bir şeylər burada ələ gətirirəm ki, odur. Məsələn, burada əvvəl 5-ci körkəl nə deməkdir? O körkəl rəml xaricəsi. Dedim ki, hesabda xaricə var idi. Rəmli zat yox. Ehtimalə rəml o dəstgahın adıdır da. Yəni ona görə bu da cırılıb gedib də adama şöqət baş tapır. Bu da 10-cu və mülki müfrədatın bildirir. Burada bir ayrı bir şey deyir. Məlik ya müfrədatın ya mülkün müfrədatın bildirilir. Rəml ürəsən. Rəml o dəstgahda atı nədir? Rəml qoyurum yazaq burada görək ki, rəml nə deməkdir? Rəml ki, onunla bəzi hadisələri gözətlirlər, nə mənədir? Nə mənədir? Yazıq görək, nə mənədən baş tapır. Rəml deyə bilinən şey əski İslami elmlərdən birisidir. Ərəbcədə buna elmül rəml deyərlər. Bu elmidə insanlar rəml, qum üzərinə nöqtələr və xətlər çəkərək məxsus şəkillər hasil edərlər. Görək ki, bunu mən buradan kopya eləyim, qoyum şeyə. Çünki bu ChatGPT təəssüflə çox da bir şey yazmır. Yəni yazır ha, yəni bəzən latinə çevirir falan. Amma bu biraz da səmimi yazır. Yəni bu Gemini, Google-un Gemini-ı, AI-ı çox səmimi yazır. Məsələn, bu yazır ki, rəml əsri çağlardan bəri gələcəkdən xəbər verəcək. Üzr istəyirəm, gələcəkdən xəbər vermək, gizli sırları açmaq və ya itmiş əşyaları tapmaq üçün işlənən bir növ falbinlik və pişquilik elmidir. Bu işi görənə rəmmal deyirlər. Bu sistemin əsası torpaq
qum və ya nöqtələr üzərində qurulub. Görüm bu elmin quruluşu necədir? Tamam, görək nə cür görür. Rəmlin mənası və kökü. Rəml ərəbcədə qum və torpaq mənasındadır. Qədimdə rəmmallar yerə qum səpib, onun üzərində nöqtələr və xətlər çəkərək fal baxardılar. İndi isə daha çox kağız üzərində nöqtələr qoymaqla bu rəmlin özünə məxsus bir hindəsi dili var. Ya həndəsi dili var. Nöqtələr və xətlər. Rəmmal heç bir şeyi düşünmədən sözdə qeyb aləmindən gələcək xəbəri almaq üçün kağız üzərində bu nöqtələr sayılır. Yəni olur 1, 3, 5, 9, 10, 11, 13. Əgər sayı 2 nöqtə ya bir xətt kimi nişanlanır. 2 nöqtə ya bir xətt kimi nişanlanır. Şəkillər. Bu nöqtələrdən 4 sətirli iddialarına görə bu 16 şəkili bir-birinə vurub ulduzların vəziyyəti ilə uyğunlaşdırırlarmı? Vermək qətiyyət daşımır və ona etibar etmək düzgün deyil. Ciddi fəqihlər bunu bir növ xurafat və daha çox ehtimallarla rəml. Siz əski kitablardan soruşmuşdunuz. Cəlibdir ki, qədim türk və İslam dünyasında Rəmlnamə adlı çoxlu əlyazma kitablar var. Bu kitablarda o 16 şəkli necə çəkmək və necə yozmaq, təbir etmək yəni, yozmaq geniş izah olunub. Xülasə olaraq, tamam, qutardı. Bu rəml haqqında o şeydir ki, dediyim kimi, bu kitab çox gedir, o məsələlər üstlərində danışır ki, bizim xəbərimiz yoxdur, bilmirik. Rəml ürəsən, dəxi əvvəl odun tutasan. Görəsən hər nəyə yürür, ol rəmlidə dəxi bu əhkamlərə nəzər edəsən. Ana gör, hökm edəsən, ta ki, məqsudilər hasil ola. Əhkamlər dediyimiz bu dər bəlasın, budur bəlasın nə deməkdir? Burada indi bu kitab zahirən Təkəl oğlu bunu yazıbdır. Elə dediyimiz kimi ehtimalən Cadu Cəmbəl deyil, amma rəmz kimi bir şeylərdən olacaqdır. Üstürla, buflan, bəhman. Qırmızı ilə yazıb ki, əhkamlər dediyimiz budur, biləsin. Əhkamlar dediyimiz budur, biləsən. Əhkam-ı külli ləhyan. Burada yazmışdı. Gördük ki, birinci səhifədə burada ləhyan yazıbdır. Əgər diqqət eləsəz, görəcəksiniz ki, ləhyan, sədf, qəbz, cəmaət, baxıb, bunlar vardı. Bunlardan bizim görək baş tapamırıq, amma görək ki, nə deyir? Əhkam-ı külli ləhyan. Ləhyan nə deməkdir? Yenə burada zahirən şey düşübdür. Səfət düşübdür, qırılıb gedibdir. Çünki hara getdik bu nə? Bunun sonunda qırmızı xətlə yazır ilər, qalanı yoxdur. Qalanı qırmızı xəttin o birisi səhifədə gələcəkdir, qalanı yoxdur. Yəni əslində nə olacaqdır? Bu səfər beləsi görsəsən daha yaxşı olacaq. Türkçə vərəq yazılırdı, bu tərəfidir, sonra aşırırıq bu tərəfinə. Əgər bu tərəfdə bir şey burada qutaranda yazılırsa, bunun arxası gərək arxasında onun davamı ola. Əgər onun davamı yoxsa, bəllidir ki, bu kitab vəsətdən cırılıbdır, düşübdür. İndi baxırıq, burada görürük ki, yəni səfənin o üst düzündə yazıbdır ki, eylər. Arxasında gərək bunun davamı olsun. Burada qırmızı yazıbdır, gərək arxası gərək bu səhv ola. Amma əgər özü varsa, arxası niyə yoxdur? Arxası hətmən olacaqdır. Çünki özü salimdə arxası da olmalıdır. Pəs elə bu eylər olacaqdır. Baxaq şuraq.
Eylər ya illər, hər nədir bu təşdidli zadda yoxdur, bilmirəm. Səfər və hərəkət qıla. Aylar da ola bilər. Aylar səfər və hərəkət qıla, qayib dəxi səlamət gələ. Onu məni elir, yox. Əhkam-ı külli ləhyan. Ləhyanda görürsə, ləhyana görə bir şey burada var. Bir şey görsətmir ki, mən axı deyim onun üzünə. Hər halda bu eylər, yəni indi bir iş görər də həttəmən. Eylər bu işləri görər. Səfər və hərəkət qılə. Qayib dəxi səlamət gələ. Ölmək, sınmaq və bəğlu iş gec atilə. Bəğlu iş gec atilə. Bağlı, bağlı həman, bağlı iş ehtimalə belə söz. Bağlı iş, huş, azad qılə. Qul qəravuş azad olacaqdır, ehtimalən belə. Və xəstə səhət bula, məriz səhih olacaqdır. Və sağlığa yüz tuta, sağlığa tərəf gedəcək. Yüz tuta, yəni yavaş-yavaş sağalacaq. Və bir yerdən bir yerə köçmək iyi ölə. İyi ölə, yəni yaxçı gələ. Bir yerdən bir yerə köçmək yaxçı ola. Və yüklü övrət tez toğrə. Yüklü övrət, yəni hamilə qadın, hamilə xanım. Və yüklü övrət tez toğrə. Toğrə həmən doğra. Deyilən te türk dilində bir-birinə çevrilir. Ləhcədən ləhcəyə. Doğra. Zindandağı qurtula. Zindanda ehtimalən zindandağı qurtula. Zindandakı qurtula. Oğurlənmiş gənc ola. Kərədəxi ola kişilər və alimlər və fəqihlər vəfa. Nə mənə? Qurtula. Oğurlənmiş gənc ola. Bir dənə oğurlanmış gənc ola. Kərə daxi ulu kişilər və alimlər və fəqihlər vəfa və fazillər yoxsullar olarlar. Deyir, bunlar da indi nədir bu gənc, nə rəft oğurlanmış gənc olsa, kərə daxi ulular, kişilər, alimlər, fəqihlər və fazillər yoxsullar olarlar. Yoxsul olarlar deyir. Bilmirəm nə cür oldu yəni burada. Oturub turmuş iyi ola. Əgər oturub dura bir şey olsa, bilmirəm nə deməkdir. Bəlkə yuxunu deyir, bilmirəm. Xeyr-ü rəhmət ərşə. Tənri Təaladan. Zəmirül ləhyan. Zəmirül ləhyan nə deməkdir? Candan, vətəndən və dəxi oğuldan, qızdan, qayibdən təşərə getmişdir. Dəxi almaqdan, satmaqdandır. Dəxi qalib olmaqdandır və hacib tələbinə səy eyləmək haqqı üzərinə sorar. Görürsünüz, çox təxəssüsü bir şeydir. Mənim də heç bir düşüncəm yoxdur bu haqda. Yəni, heç bir kitab oxumamışam, heç olmasa bir nəfərdən qulaq asmamışam. Onun üçün də bir şey bilmirəm. Zəmir-i ləhyan belə bir şeylər dedi. Gəldi, indi deyir ki, sorarlar bir, dəlilidir təndürüstlügə. Aftarun qurtulmağa. Afətlərdən qurtulmağa. İyi ədəb bulub, iyi ədəb ehtimalən ya edib bulmaq, səfərdən şad gəlmək. İkincisi, dəlilidir. Bunların ehtimalən burada ədəd-zat qoyubdur. 1, 2, 3, 4 burada hangisine rast gəlsə onları deyir də. Yəni, indi bunları mən bilmədiyim üçün də bilmirəm ki, nədir. 2. Dəlilidir iş gec atilə.
və ümid hasil ola və mal ziyadə ola. 3. Və dəlilüdür. 3. Dəlilüdür rəf dəlilüdür qüssədən qurtula və yəqin səfər vaqe ola. Qərandaşlardan sevinə, səvinə, səvinmək yazıbdır, səvinə. 4. Dəlilüdür 4 gəlsə. Burada qıraqda da bir şey qoymuşdu. Əgər diqqət buyursaq, burada da 1, 2, 3 xəttlər qoyubdu, onları deyir. Məsələn, bunun 3 xətti var, 1 nöqtəsi, bunun 2 xətti var, 2 nöqtəsi aralarında. Bunun da tərsinədir. Yəni bu da 2 nöqtəsi var, amma tərsinədir. Yəni üstdəki əvvəl xətt, nöqtə, bu nöqtə, xətt. 4, məsələn, burada 4 dana xətt bir-birinin altında. Burada 2 nöqtə bir-birinin altında, 1 xətt, 1 nöqtə genə. 1 nöqtə, 1 xətt, 1 xətt, 1 nöqtə. Beləsi. Bunlar da o şeylərdir də. İndi bunlar nə cür düşür, nə cür olur, onları burada rəmlidir. Onu rəmli, ehtimalən bu elə rəmlidir. Yəni mən yavaş-yavaş gedirəm bu tərəfə ki, o cimnay dediyinə görə bu rəmlidir. Dəlilüdür ki 5 oxuyurduq da. 5 dəlilüdür ki elə bir oraya yetişim. Qərindaşlardan sevinə. 4 dəlilüdür ki gizli aşikara ola. Dəlildir ki 4 dənə olsa hər nə mənədir? Gizli şey aşikar ola. Və yerdən, sudan rahat ola. O şey ki şeydir, yerdən, sudan rahat ola. Və yengi bülə, tazasını tapa. 5. Dəlilüdür ki, qayibdən xəbəri xeyr gələ. Oğuldan, qızdan köklü hasil ola. Gönlü hasil ola. Köklü yox, gönlü hasil ola. Oğuldan, qızdan gönlü hasil ola. 6. Dəlilüdür ki, ruzi pənçşənbə quldən, qəravüşdən və xəstə tərəfindən sevinə. Beləsi bir şeylərdir. Buna rəmlidir, ehtimalən rəmli olacaqdır. Mən də əz-zəmiru qəbzəd daxil. Məsələn, bunları mən ehtimalən yazsam orada bunu mənə yaxşı tozih verər, amma əhcam-ı külli ləhyan deyə yazaq görək nə deyə gətirir. Bu məsələn nə deməkdir? Görək bu nə deyir? Emri rəml elmində ləhyan ləhyə saqqal kəlməsindən götürülüb. İlk və ən önəmli şəkillərdən biri sayılır. Bu şəkil nöqtələrin düzülüşünə görə üstü açıq, altı bağlı bir formalı şəkildir. Qılınc qınına da bənzədilir. Rəml kitablarında, məsələn, əski türkcə əlyazmalarda ləhyanın əhkamı geniş izah olunub. Burada layıram. Özcə alifdir. Burada heç olmasa biraz tanış olaq. Çünki əvvəldə bunları yazacaq, tozih verəcək, sonra gələcək onları yazsın. Deyir ki, bu şəklin 4 mərtəbədən əziyyənin şəkli nə cür görsənirmiş? Bu şəkil 4 mərtəbədən oluşur ki, orada da gördük 4 dənə idi hər şey. Belə gedək onu gətirək burada qoyaq. Kitabı burada açaq. Bunu da gətirək bura. Kiçiklərdək bu burada görsənsin. Bu da burada. İndi bunları görsədir. Bu nöqtə xəttləri görsədir. Burada görsədirəm. Üst. Bir nöqtə olsa üst, baş, tək nöqtə. Tək nöqtə olsa üstdə. Burada görürük. Elə birin qabağında bir dənə şeydir. 3 dənə də xəttdir. İkinci sətir nöqtə, tək nöqtə. İkinci sətirdə yenə tək nöqtə olsa, üçüncü sətir tək nöqtə, o da tək nöqtə olsa, alt, üçüncü, yəni son, alt, ayaq, cüft nöqtə, ya xətt olsa, çiçəkdir, ya cüft nöqtədir, ya da xəttdir. Görürük burada xəttdir. Bu hansıdır dediği? Bu gedək görək ki, hansıdır? Bunun tərsəsidir.
Budur. Ha, o buradakı 12 yazıbdı. 3 dana nöqtə bir-birinin altında bir dana xətt. Tamam, bu olsa. Təbiəti isti və quru. Atəş, od ünsürünə mənsubdur. Belə olsa, 3 nöqtə bir-birinin üstündə bir dana altda xətt ya 2 nöqtə aşağıda, onda deyir ki, bu təbiəti isti və quru. Bu bunun şeyidir. Atəş ya od ünsürünə mənsubdur. Kökəbi səyyarı müştəridir. Jupiter. Külli. Mənası nədir? Külli mənası. Bu ki dedik. Yəni bu orada necə? Burada oldu 12-ci bəndi də bu kitabda. Yazıb nar, xaric. Burada nar, xaric, təxt. Burada təxt görsənir, amma ehtimalən nəhs də ola bilər. Çünki yazılmayıb. Görək ki, nə mənədir. Qalanı düşməyibdir. Mən bu cədvəldən, bu kitabdan əks salsam, versəm, görəm mənə bir şey deyər ki, bu nədir? Bir iş görək da, biz bunu düz, biraz düz gedək qabağa. Bunu verək, deyək ki, bu cədvəli də bizə təkmil eləyə bilərmi? Ya yox, əvvəl bunu edit eləyək. Bunu save eləyək elə burada. Tamam. Bunu da açıq qoyaq qalsın. Gedək buradan. Google-ə yenə bunu qoyaq bura. Faylı sənə gətirəcəyik biz. Gətirməmişdən əvvəl gedək burada. Bu ne? Deyək ki, bu cədvəli mənim üçün təkmil edərmi? Necə oldu bu şey? Bu cədvəli mənim üçün təkmil edərmisin? Deyə görək ki, bunu bizə nə deyir? Bunu bizə təkmil eləsə, bunun sonra da soruşa bilirik ki, bunu bizə tozih ver. Tozihin uzun tozih versin, biz bunu oradan da anlayaq. Sonra eləyə bilək bu kitabı oxuyaq. Çünki bu kitabı oxumaq üçün əvvəl bunları bilməliyik. Təcziyə və təhlil. Göndərdiyiniz şəkil rəmli elminin əsasını təşkil edən 16 əsli şəkli və onların xüsusiyyətlərini ünsür, vəziyyət, səd, nəs, ünvan, bürc və kövkəb göstərən klasik bir cədvəldir. Şəklin yırtılmış hissələrini tarixi rəmli qaynaqlarına əsasən sizin üçün burada təkmillədirəm. Tamam. Gözəl, bu o gözəl oldu. Yəni heç olmasa bu cədvəl bizim əlimizə gəldi. Rəmli şəkillərinin təkmili cədvəli. Bu cədvəl sizin şəkildəki tərtiblə 1-dən 16-ya qədər hazırlanıb. Rədif, şəkil, ünsür, vəziyyət, səd, nəhs, ünvan, bürc, kövkəb. Və burada da 1-dən ta 16-ya qədər davam edibdir. Export to sheet. Tamam. Sheet eləsin görək ki, səfədə necə olur. Open bunu da açsın. Tamam. Belə bir şey bizə verdi əslində. Bunları da bizə desək ki, rəng elə. Burada bizə bir yer var idi. Format. Tools, create a new form, spelling yox bu deyil, data, format, direction. Mən bir zaman bunları bilirdim, amma indi
Bunları bir zaman mən işlirdim, amma şey eləyək, beləsi eləyək. Deyək ki, indi buna rəng vermək var idi, beləsi. Tamam. Sarı. Yenə də gedək sarıya. Bir iş görə bilirəm. Əlbəttə görə bilmərəm, çünki bu istirdim deyəm ki, beləsi yox. Vəsətdə bunu saxlayır. Saxlamasaydı olardı. Amma saxladığı üçün yadımda deyil. Yəni çoxdan da işləmədiyim üçün indi 4 ildə Günas TV-də işləmirəm üst-üstə. Onun üçün Günas TV-də təhqiqlərimə bunlardan istifadə edirdim. Bundan ötürü getmişdim kollecə, pul vermişdim, bunları öyrəşmişdim. Təhqiq eləyə biləm. Tamam. İndi burada da tazaşdan beləsi də eləyə bilərik. Yəni məsələn burada da bunları narinci eləsək, bunu hərəsini bir borcuları bir rəng eləyək. Məsələn qırmızı eləyək. Bu nə idi bunun adı? Unvanları bir ayrı rəng eləsək, məsələn AB. Bunu da bir ayrı rəng eləsək, nəhsizadı. Məsələn bu cür AB eləsək. Bunu da burada bir ayrı rəng eləsək, məsələn çöhrəyi eləsək. Çox şey oldu, yəni düzəməlli rəhlər olmadı. Bunu da buradan və gəlsək buradan. Bu da yenə aynı oldu. Bunu ayrı rəng eləyək. Yox, bunu dahi bu değildi. Buydu. Və bunu da ayda tamamen şey oldu. Qeytərək dalıya bunu tamam qeyd dalıya. Elə beləsi save eləyək. Tamam. İndi buradan bir əks salsaq, bu bizi və bu əksi də kəssək, gedəcək yenə buradan bura. Bu buradan qalsın. Bu buradan qalsın və bu da buradan qalsın. Tamam, bu cədvəli indi save elədik. Əslində biz o cədvəli, yazıların kəş bunu şey eləyirdik. Tamam, bu cədvəlin yazılarını da beləsi. Bu yazıların edit eləsək, yox. Tamam. Yapdı yaxşı oldu. İndi bunu yoğunlatdıq. Bunu save eləsək. File. Üstüyə burada bir yerdə biz bunu save eləyə bilirdik. Tamam. Elə bil özü save eləyibdi. Tamam. Biz bunu hər halda bunu çıxartdıq. Bunu mən istəyək oxuyaq. Burada aşağıda buna tozih veribdi. Yırtılmış həsirlərin önümlü nöqtələri bunlardır ki, yazıbdı. Və biz də bunu istəmişdik. Cədvəl gətirdi. Yəni nə deyim mən, bu çox da gözəl belə yazdı, gətirdi. Əlbəttə bunları istəsək bizə örgədər. Yəni yazar ki, bunu nə cür
işlədin, işlətmək olar. Gedək kitabımıza. Gəldik kitaba. Zəmirul ləhyon, bura gəlmişdik. Candan və, yox, buranda gəlmişdik, 6-ya yetişdik. Dəlildir ki, ruzi pəncişənbə quldən sevinə. 7 dəlil əmin ola və kabin ola. Kabin nə deməkdir bilmirəm. Gəlin bu o kəlmələrdəndir ki, 8 dəlildir ki, düşməndən qorğu ola. Ziyani siz dəvi miras ola. Ziyansız həman. Ziyanisiz dəvi miras ola. 9 dəlildir səfərə və ilm oxumağa düşələr. Xeyr olmağa qazidən ola. Hər halda bunlar davam edir. Beləsi bir kitabdır. Burada yazmışdır tək oğlu deyil. Əslində bu Rəmli kitabıdır. Mən bunun adını dəyişdirim burada. Bəlli olsun ki bu gedək burada download deyil və Telegramda bu dedik ki təkəl. Bunun adı təkəl də olsa əvvəldə yazaq. Rəmlin biz yazaq ki bu Rəmlidir. Səfəsi qalsın burada. Biz burada yazacaq. Biz bunu yeyim. Rəml. Tamam. Bunda Rəmli eləyək. Zəmli deyil. Rəmli. Tamam. Bu kitabın adı Rəmlidir. Rəml haqqındadır və mən bunu bilmədiyim üçün buna çox vaxt sərf eləməyim. Bunun son səhifəsindən bir səfə yarım oxuyayım ki, türkluğun fəqət bilək ki, bu Rəml haqqında, axirində ehtimalən bunu örgədibdir. Axirin 2 səhifəsini oxusaq elə yetər mən. Fikir edirəm ki, bizə bu yetər. Yazıb ki, vəsiyyət. Üləma və hükəma ittifaq etmişlərdir. Kim səlamətlik tələb edən kişi gərəkdir kim 10 dürlü nəsnə daim saxlənə. Kim 10 nəsnələr məcmui xətərlərin başidir. Əvvəl budur kim anda cəminə gələcək yerə və nə bəladən yerə. Bilmirəm nə deməkdir, oxuya da bilmədim. Anda cəminə girəcək ehtimalən girəcək yerə və nə bəlanın yerə birə, bilmirəm. Nə yılan bərə. Budur kim anda cəmiyə nə girəcək yerə və nə yılan yerə, bilmirəm nə deməkdir. İkinci budur kim yalan söyləməyə, nə cədəllə və nə lütfülə, nə şuxluqla, nə savaşda, ciddidə. Üçüncü budur kim kimsə ilə vədə qəlbi xilaf etməyə, heç kəslə vədiyə qəlbi xilaf etməyə, yəni verdiği vədəsini tuta gərək. Qəlbi xilaf, yəni qəlbi bilirsən şey, qəlb eləmək, türkcə sözdür. Bu qəlbidən deyil. Yəni, biz qəlb deyərdik qərədə, qəlb elir. Yəni, təxəllüf elir. Məsələn, deyək ki, buğda yerinə arpa satır. Buna qəlb eləmək deyirlər. Ya məsələn, deyirlər ki, o ki deyirlər, serçəni rəhlir qənarə əvəzinə satır. Bu qəlb eləməkdir. Yəni, bir şey deyəsən, bir ayrı bir iş görəsən. Onu deyir. Budur kim kimsə ilə vədəyə qəlbi xilaf etməyə. Vədə ki veribdir, onun tərsini görməyə. Dördüncü, budur kim dilin hərzə və həzyan söyləməka örgətməyə.
O 11 dana. Biri də budur ki, dilin həzyan və hərzə söz demağa öyrətməyə və qoymaya ki, dil bunlar. Beşincisi, kürkəl haqq tərəfindən nə deməkdir bilmirəm. Kürkəl neçə yerdə oxuduq bunu. Kürkəl haqq tərəfindən qafil olduğu nədən qafil olmaya. Kim ol qaflət ana bir dəxi işlədər. Əkabir dəxi işlədər. Əkabir, aha, əkbər sözündən, yəni əkabir günahlar, böyük günahlar. Kürkəl, küll haqq tərəfindən qafil olduğu nədən qafil olmaya. Kim o qəflət əkabir dəxi işlədər. O qəflət elədik Allah tərəfindən olduğu, nə bilim, o nə neydi? O haqq tərəfində də haqq tərəfindən qafil olmaya. Çünki qafil olsa, əkabiri də işlər. Allahın sözünə baxmasa, günahın, kəbirəni də işlədər. Altıncı budur ki, cahillərlə çox söhbət etməyə. Kim kəndi özünü kəndi bilmədiklə o kimdir və fəxr etməyə kim rüsvalıq gətirir. Deyir ki, hər halda cahillərlə çox oturub söhbət etməyə, kim ki, o cahillər yəni etməyə kim kəndi özünü, kəndi bilmədiyini, deyir ki, həm özünü tanımaz, həm də üçün özünü kəndi bilmədiyi o kimlik fəxr və etməyə. Hala burası nə yazılıbdır bilmədim. Rüsvalıq gətirər. Hər halda cahil rüsvalıq gətirər. 8-ci budur ki, hər nə işə başlasa çox fikir edib vəhmə düşməyə. İşə istir başlasın işə, çox düşüb vəhmə girməyə. Bəlkə Allah ismərləyə. Allaha ismarləyə, yəni Allaha ismarləyə, yəni Allaha təvəkkül eləyə. İşə başlaya. 9-cu, təvəkkül budur ha İslamda. Deyir ki, işləməyə başlaya, ismarlaya. 9-cu, budur ki, şadi, fərəh vaxtində əks ciddən keçməyə. Bu nə mənədə? Əksli, əkindi, nədir bilmirəm. Ciddən keçməyə. Kim pərişanlıq və məğbunluq və məfrurluq gətirər. Şad olanda da bir həddən izafi deyir ki, etməyə ki, filan gətirər. Məncə bu yaxşı deyilmiş. Yəni, insanları şadlığa öyrətsək, insanın beynində nə geçsə olar. Yəni, insanın, məsələn, mənə öyrətmişlər, çox gülən hətmən ağlar. O da bahis olmuş ki, belə olurdu. Yəni, mən çox güləndə hətmən dalsam çətinlik çəkirdim, özümü deyirəm. Amma bu batıda bunu öyrətməyiblər. Bunun yerinə bunu öyrətməyiblər ki, nə qədər gülsən, o qədər xeyrə gedər. İnsanlar onun üçün, məsələn, güldükcə onda xeyrə gedirlər. Rahatlığa elə oxunacaqdır. Budur, 9-cu budur ki, şadi, fərəh vaxtində ikən, beləsi oxuyacaqmışız, ciddən geçməyə, ya həddən geçməyə. Kim pərişanlıq və məğbunluq və məfrurluq həddən tişərə qüssələnməyə ki, xalq çirkin olur və axir həlaklıq gətirir. Vallahu ələm. İndi burada gəlir əlbəttə bir şeylər yazıbdır ki, mən bilmirəm. Həməl, Səur, Cəvza, Sərətan, Əsəd, Sümbülə, Mizan. Həməl, Səur, Cəvza, Sərətan, Əsəd, Sümbülə, Mizan 7 oldu. Aşağıda da Mirrix, Zöhrə, Ətarud, Qəmər, Şəms, Ətarud, Zöhrə. Yenə də. Bilmirəm deməkdir. Əqrəb, Mirrix. Aha, üstə Həməl, Mirrix ilə, Səur, Zöhrə ilə, Cəvza, Ətarud ilə, Sərətan, Qəmər ilə, Əsəd, Şəms ilə, Sümbülə, Ətarud ilə yenə, Mizan da Zöhrə ilə. Görürsünüz, təkrar olur. Əqrəb, Mirrix ilə, Qovs, Müştəri ilə, Cüddəy, Zöhəl ilə, Dəlv, Zöhəl ilə, Havud, Müştəri ilə. Zöhəl, aha, indi yenə Zöhəlin, indi burası çox önəmli olur. Zöhəl iki cür oxunur. Zöhəl, Nuxdə,
2 xətt, nöqtə, bir də Zuhəl yenə belə oxunur. Yəni Zuhəl harda idi? 2-dən oxunurdu. Üstdə dəlv olanda Zuhəl. Zuhəl 3 xətt, 1 nöqtə. Müştəriyə gələndə, müştəri də 2 cür oxunur. Cəlibdir bu. Müştəri nöqtə, 3 qırmızı ya da 3 xətt, yəni 3 xətt ya da 3 xətt, 1 nöqtə aşağıda. Zuhəl müştəri bu cür. Bir də müştərinin ayrı cürü oxunur. O da budur. 2 xətt, 2 nöqtə. Mirrixdə xətt, nöqtə, xətt, xətt. Tazaşdan mirrixdə yenə nöqtə, xətt, nöqtə, nöqtə. Şəms olanda xətt, nöqtə, xətt, nöqtə. Şəmsidə bir ayrı cür. Nöqtə, nöqtə, xətt, xətt. Zöhrədə 2 cür oxunur. Zöhrə nöqtə, nöqtə, xətt, nöqtə. Bir də xətt, nöqtə, nöqtə, nöqtə. Ətarud da 2 cür oxunur. Hərəsi 2 cür oxunurmuş. Ətarud xətt, 4 dənə xətt, 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 4 dənə. Ətarud ikincisi xətt, nöqtə, 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 3 dənə. Qəmər olanda xətt, xətt, nöqtə, xətt. Bir ayrısı qəməri 4 dənə nöqtə, 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 nöqtə. Rəs olanda, bu rəs nə deməkdir? Nöqtə, bir dənə oxunur bu rəs. Nöqtə, xətt, nöqtə, xətt. Zənəbdir ya zənibdir ya nəmənəti bu cürsə yazılıbdır. Burada da 3 nöqtə, yəni nöqtə, 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 xətt. Bunlara əlbəttə tozih verməyibdir, nə deməkdir? Mən də bunları bilmirəm. İndi bu şey ki, burada gəlmişdi, buna bir baxsaq, şuraq ki, bu burada idi. Burada ki, buna gəlmişdi, bunları gətirmişdi, nöqtələri, xəttləri qoyubdu, amma xətt nöqtələri qoymayıbdır. İndi bunu burada nə deməkdir? Bundan da bir xətt çəkib. Əlbəttə istəsək də, istəyək rəmlə oxuyaq, rəmlə görə bir şeylər bilək. Eləyə bilirik ki, gedək bu kitaba və bu kitabı oxuyaq. Hər halda bunu da son 2 səhifəsini bu kitabın oxumağa çalışdıq. Kəzzaban, Davdava, nəmənə bunlar da belə bir şeylər yazıblar ki, eləyiblər. Təəssüflə bu kitabın əvvəlindən çox, axirindən də çox düşdüyü üçün biz bilmirik. Yəni burada yarımçılıq qalır mətləb, bəllidir. Kitab əvvəli və axiri şey düşübdür. İndi əcəba bunu gedək yenə buradan soruşaq. Əcəba rəml haqda təkəl oğlu nə idi? O cür idi. Nə idi bunun adı? Təkəl oğlu. Təkəl oğlu adlı bir şəxsin yazdığı əlyazma kitab varmıdır? Deyə bundan soruşaq görək ki, belə bir kitabdan xəbəri varmı? Bayramınız mübarək. Nə bayramı gəldi ki? Sizin işarə etdiyiniz Təkəl oğlu və ya Osmanlı qaynaqlarında keçən adı ilə Təkə oğlu rəml, nucum və əski talibinlik mövzularında tanınmış bir simadır. Bəli, türk əlyazma xəzinələrində özəlliklə Osmanlı dövrünə aid arşivlərdə Təkəl oğlu adlı şəxsə mənsub əsərlər mövcuddur. Bu əsərlər genəlliklə sadə və aydın türkcə ilə yazıldığı üçün tarix boyu rəmmallar və əttarlar arasında çox məşhur olub. Əsərin adı və kimliyi. Təkəl oğluya mənsub olan əsərlər genəlliklə rəmlnamə və ya Kitab-ı Rəml ünvanı ilə tanınır. Bu kitablarda rəmlin 16 şəklinin Əl-Həyan, Hümrə,
bəyaz və ayrıntılı şərhləri verilir. Hər şəklin kövkəblər, səyyarələr və burcularla olan əlaqəsi izah olunur. İnsanların suallarına xəstəlik, səfər, evlilik və cavab vermək üçün özəl dairələr və cədvəllər çəkilir. Bu əlyazmanı harada tapmaq olar? Təkəloğlu rəmlinamələrinin nüsxələri əsasən bu kitabxanalarda saxlanılır. Süleymaniyə kitabxanası, bu kitab ki, indi oxuruq. Bu kitab ki, indi əlan burada göstərirəm. Bu kitab Süleymaniyə kitabxanasında, İstanbulda, Süleymaniyə kitabxanasında çox sağ ol dostum, təşəkkür edirəm, var olun məhəbbətiniz üçün. Mən gördüm ki, türk dilində özəlliklə bizim, mən bilirsiniz, bir neçə ildir, ən azından 2019-dan beyin mühəndisliyi üstündə işləyirəm. Bunun 100 saatdan çox, 100 həftəyə yaxın, bəlkə də çox, 9 ay yarım Günas TV-də canlı bərnamə aparmışam bu haqda. Sonra da mütaliələrim davam eləyibdi filan. Bu həddə yetişmişəm ki, biz keçən 250 ildə, əziz dostum, biz kitablar ki oxumuşuq, elm adına bizə verilən kitabların hamısı düşmənlər yazdığı üçün düşmənlərə xidmət olur. Və bununla bizim beynimizi düzəldirlər. Yəni bizim ağlımız nədən ibarətdir? Oxuduğumuz, eşitdiyimiz, gördüyümüz, düşündüyümüzlərdən ibarətdir. Bunlar da hardan gəlir? Məmulən müəllimlər, kitablar, süxənranlıq, radio, televizyon, bunlardan gəlir da. Yəni bunlar bizim, hətta dədənənəmizin savadı da olsa, bunları bizə verirlər. Yəni müəllimlərdən, kitablardan, oxuduqların, televizyondan, radiodan, ruznamədən, məcəllədən aldıqları ilə əqilləri dədənənəmizin düzəlibdir. Onları da bizə verirlər. Biz də bunlarla deyirik ki, çox millətçiyik, çox düşünürük, çox ziyalıyıq. O halda ki, bizim ziyalılığımız, düşünürlüyümüzün hamısı düşmənlərin əlindən düzəlibdir. Bizim ona görə nə olur? Biz bir sahata bənzirik ki, düşmən bunu qurubdur, ya bir bomba bənzirik ki, düşmən bunu qurubdur, ya bir hər nəyə bənzir, bizim beynimiz bənzir ki, düşmənin faydası üçündür. Bundan çıxmaq üçün mən bunu düşündüm ki, əvvəlcə türkü oxumağı başaraq. İkinci bu ki, qeydaq 250 il bundan qabaqki kitablar ki, ehtimalən düşmanlar onlara əl apara bilməyiblər, onları oxumaq gərəkir ki, əvvəl türk kimdir, nə cür bir varlıqdır, nə cür bir adamdır, bunun tarixdə düşüncəsi nə idi, nə cür düşünüb böyük imperatorluqlar yaradıb ki, bugünkü Çindən ta bugünkü Viyenə qədər böyüklükdə torpaqları, üstdə şimalda, Sibirdən aşağıda Hindistan dənizlərinə qədər torpaqları idarə eləyən bir düşüncədən danışırıq ki, bu günləri Türkiyəsi də işğaldır, Azərbaycanı da işğaldır, Türk torpaqlarının hamısı işğaldadır. Və torpaqdan önəmli beyinlər işğal olduğu üçün torpaqlar da işğaldadır. Qaynaqlar da işğaldadır. Nə Türkiyədə, nə Azərbaycanda, nə Üzbəkistanda, nə Qəzzaqistanda, nə o birisi türk məmləkətlərdə, nə də İranda yaşayan türklər, nə Əraqda yaşayan, nə Suriyədə, nə Hindistanda, nə Pakistanda, nə Əfqanistanda, nə Çində yaşayan türklərin heç birisi eləyə bilmirlər. Əski dillərində dədələri türklər yaratdıqları uyğarlıqlarla, yəni təməddünlərlə, mədəniyyətlərlə tanış olurlar. Niyə ki, onları oxuya bilmirlər? Mən gəldim, bunları oxuram. Bunların içində bugünkü kitab görürəm ki, rəmli haqqındadır. Yəni, buraca mən keçən 304 cələsədə ən azından bunu göstərmişəm ki, bizim dədələrimiz onlar min, yüzlər min kitab yadigar qoyublar bizə.
kitab yazıblar bizə. Osmanlı dövründə, Qacar dövründə, Səfəvilər dövründə, Əlişir Nəvaicilər, yəni Teymurilər dövründə və çoxlu. Cəlibdir ki, biz bunların heç birisini bilmirik. Bilmədiyimiz üçün də istəyirik ki, deyək, bu nədir? Gedirik, deyirik ki, görək Batılılar nə deyiblər? Batılıların musiqiçilərini tanırıq, siyasətçilərini tanırıq, nağıllarını tanırıq, romanlarını tanırıq, filsuflarını tanırıq. Amma türklərdən heç zət tanımırıq. Cəlib budur ki, internetdə də search eləyəndə, onlardan ki, axtarış eləyəndə tamamən bizim cavablarımızı batılılar yazdıqları düşmənlər, yəni türk düşməni yazdıqlarını bizə gətirir. Və bizim keçən 250 ildə beynimiz batılılaşdığı üçün, batılılara mərğub olduğumuz üçün, şifdə aşiq olduğumuz üçün yazarlarımız da onları bizə yazırlar indi də. Yəni əslində Türkiyədəki yazanları batılılar yazırlar. Çünki biz türk şeyini bilmirik ki, nədir. Bunun üçün mən bunu gəldim, biz gərək qeydaq, türk dünyasını təzəşdən tanıyaq. Türk anlayışın, türk insanın yaradıcılığı ilə tanış olaq. Bu keçən 200, 300, 4 cələsə, 5 cələsə də 550-dən çox kitabı mən burada bir səfə, 2 səfə, 10 səfə, bəzisinə 20 səfə oxuyaraq tanıtdırmışam ki, bizim belə kitablarımız var. O cümlədən bu günləri bir elmə rast gəldik, bir kitaba rast gəldik ki, buna Rəmli deyirmişlər. Mən Rəmli haqqında heç zat bilmirəm, adından sonra bilmirdim. Bu bir zaman elm hesab olunmuş. İndi də bəlkə bir yerlərdə istifadə olur, mən bilmirəm. Bilirəm ki, Kanadada var, bilirəm ki, Avropada var, bilirəm ki, Asiyada var. İnsan bunlardan çıxmayıb qırağa. Bunların əlindən qurtarmayıbdı. Bunları hala işlədirlər. Hər halda bu günləri bu kitaba rast gəldim və bu kitabı tanımağa çalışıram ki, bu kitab kim yazıbdı, niyə yazıbdı, qonusu nədir, nə deyir, nə demir. Biz bunları bilmədən məhkum eləməyə bilməyək ki. Çünki dünyanın teknoloji bir tərəfidir. Yəni, bir tərəfi teknolojidir. Bir tərəfi, əsli tərəfi ağıldır. Bizim ağılımız işğalda olduğu üçün teknolojimiz də işğaldadır. Hər halda, biz keçən 250 ildə Çindən başlayaraq Hindistanı, hamısı bu torpaqları əldən vermişik. Yəni, mən indi sizdən bir sual sorursam ki, Rusiya ha zaman tapılıb? Məsələn, Rusiya deyə bir zaman gərək hökumət olmayaymış yer üzündə. Çünki bu torpaqları biz idarə edirdik, bizim əlimizdə idi. Nəcür olubdu? Birdən bir Ruslar çıxıblar, onlara biz tezarlar demişik, nə bilim, nəminələr demişik, gəliblər, sonra da bir gücə çevriliblər və Türk dünyası da aradan gedibdir. Hər halda, sağ olun, təşəkkür edirəm ki, lütfünlə burada baxmışsınız mənə, amma vaqiyyət budur ki, biz çox geri qalmış bir millətə çevrilmişik. O günə can ki, qeydib özümüzün dədələrimiz yazdığı kitabları rahatca oxuya bilməyək, anlamayaq, biz bir yerə çıxa bilmərik. Çünki düşmənin kölgəsindən çıxa bilmərik. Mən keçən, bəlkə dünənki cələsədə ya geçmiş cələsədə, iki geçmiş cələsədə olacaqdır, uzaqda olmayacaq. Əlbəttə, burada da baxsam deyərəm hangi cələsədə. Üstüvani Hələb adında deyə bir kitab şeydə olacaqdı. Cələsə 304-cü cələsədə iki kitabla tanış olduq. Bəlkə bu cələsə deyil, baxın görün bəlkə. Din haqqında bir kitab yazır. Bu idi elə 304-cü cələsədədir. Bir kitab yazıb 305-də, yəni getmiş cələsədə. Adı Sirri Furqan. Sirri Furqan kitabı zahirən bir təfsirdir. 1229 il bundan 1229-cu ildə yazılıbdır. Yəni 218 il bundan qabaq. Cəlibdir ki, elə bu kitabın içində tozih verir ki, bir dənə
Məsihi adam, adını da yazıbdı. Lobnanlı bir Məsihi zahirən gəlibdi ərəbi öyrəşibdi və İslamı öyrəşibdi. Gəlibdi bir dana şəhrin valisinə gətiriblər, bunu tanıtdırırlar. Və deyirlər ki, bu ərəb dilində ustaddır, İslamda ustaddır, filandır. O oturur, Həzrəti Məhəmmədə aparır sual altına. Yəni bir dana casus gəlibdi, İslamı öyrəşib, ərəb dilini öyrəşib, gəlibdi türkcəni də öyrəşibdi, gəlibdi Türkiyədə, Osmanlıda, Türkiyə deməyək, çünki o zaman Türkiyə yoxdur, Osmanlı var. Osmanlıda gedibdi filan şəhərin, filan iyalətin hakimi ilə bunu tanıtdırırlar, deyirlər bu İslamda çox böyük alimdir. Ərəb dilində çox böyük alimdir və onun sözlərini Quran təfsir olubdu bizə. Mən demirəm Həzrəti Məhəmmədin zindecanlığının hər tərəfə aydın aşkardır, ya doğrudur, ya Quran ələ aparıb. Mən bu cür iddiaların içinə girmək istəmirəm. Amma adamlar gəliblər dinlə giriblər torpaqlarımıza və bizi içdən işğal eləyiblər. İçdən bizi boşaldıblar. Mən nəzərlərimi siyasi məsələlər haqqında yazıram, deyirəm əziz dostum. Çox sağ olun, təşəkkür edirəm. Bilirəm, bəli, bu günlər çox çətin günlərdir. Biz də bir işlər görməliyik. Mən bunu hər gün də olmasa bir gün, hər bir gün yox yazıram. Elə bu sözlərin də arasında əlbəttə gəlir, yeri düşəndə deyirəm. Amma vaqiqiyyət budur ki, bizim tanımaq mənə gərəkir. Və buradan mən fikir edirəm ki, bizim Türk dünyasının gələcəyi, keçəcəyi bilməsək qura bilməyəcək. Gələcək düşmənlərin tərəfindən quracaq, düşmənlərə quracaq. Hər halda çox sağ olun, bir söz var, təşəkkür edirəm. Bu haqda da görmürəm, Türkiyədə də görmürəm, bu işi ki mən görürəm, bunu Türkiyədə də görmürəm, Azərbaycanda da görmürəm, Güney Azərbaycanda da görmürəm, heç yerdə görmürəm. Və mən indi təqribən 305 cələsə, yəni deyin ki, 600 saatdır deyin ki, bu qəbul edin, 600 saatdır işləyirəm. Biraz türkcəmi yaxçılatmışam, biraz bu əl yazma kitabları oxuya bilirəm. Niyə mən 250 ildən bundan qabaq kitabları? Çünki çap olan kitabları çox əl aparıblar. Mən istəyirəm çap olmayan kitablara, yenə də gördüm, bir dənə kitab dedim ki, çap olmuşdu, 1229-da yazılmış, çap olmuşdu, amma düşmən içinə əl aparıb. Onun üçün biz düşmənin şeyindən qurtarmalıyıq. İndi də feylən düşmənin işğalındayıq. Hər halda sağ olun, var olun. Bunları dəfələrcə demişəm. Siyasi məsələlərin də haqqında, gündəki məsələlərin də haqqında gündə yazıram. Yəni yayıram, dostlara yetirirəm ki, nə cür düşünürəm, amma bilirsiniz, bizim əlimizdə media yoxdur. Dünən dostlardan biri soruşdu ki, biz nə cür toplana bilirik? Biz heç cürə toplana bilmərik. Özümüzü toplamayaq. Çünki toplanmaq üçün neçə şərt lazımdır? Bir, hegemoni lazımdır, güc lazımdır. Üstdə bir güc ola otoritə. Ki, deyək, toplanaq. Toplanmayanı mücazat edərəm. Belə bir güc. O gücün gərək pul ola. Çünki pulsuz heç iş görmək olmaz. Heç iş görmək olmaz. Pəhləvini necə görürsünüz bu günləri səs İranda içəridə eşikdə səsi çıxdı. Buna görə ki 10 ildir, 14 ildir televizyon açıblar. Mənuto adında və o birisi radio fərdi idi, radio Sədai Amerika idi, radio BBC idi filan. Bunlar hamısı bu düşüncənin ixtiyarında idi. Keçən 40 illik hamısı ilə inqilabdan bu bunların ixtiyarı. Amma keçən 10 ildə özəlliklə hətta bunlar pəhləvilər Ərəbistandan ildə 10 milyon dolar, neçə milyon dolar alıblar, bu Mənuto televizyonu idarə edirlər. Və bu televizyonun gücünə, bunun arşivi bilirsiniz neçə milyonu alıblar. İranın radyo televizyonunun şah zamanının arşivini tamamən alıblar bu radyo televizyona. Yəni fikir eləyin ki, onun radyo televizyonun o zaman bilirsiniz nə var, kaset idi, falan idi. Onları toplasaz, yığsaz trilliyə, 50 trilli şey olar. Amma onu alıblar. Bilmirəm, mən eşitdiyim əcib qərib qiymətlər var. 60 milyon dolar,
eşitmişəm ki, veriblər və bunu radio televizyonun rəislərinə veriblər, alıblar. Yəni məndən almayıblar ki, mən orada xəbərnigar olsaydım, fərz edin ki, məsələn, neçəsinə bunların əlim yetişərdi, neçəsini çıxada bilərdim. Ya neçəsini zəbt eləyib təzəşdən bunu şey eləyə bilərdim. Bunlar filmlər var orada, filan seriallar, filan, bunlar hamısını oradan çıxadıblar. Pul olmasa olmaz. Bu pul, biz bu pulu almaq üçün ya gərək Türkiyə dövləti bizdən himayət eləyər. Dövlət olaraq 100 nəfəri, 50 nəfəri çağıracaqdır Türkiyə. Bu gündən birləşəcəksiniz, bu işi görəcəksiniz. Hər kəs görməsə silərəm. Hətta öldürərəm. Yəni bu qədər. Yəni dünənəcən Amerika Suriyədə ərəbləri qırırdı. Bir iddəsini tuturdu, Daeş adına salırdı zindana. Bu günkü Suriyənin indi bir rəis cümhuru var ki, bilmirik kim bunu rəis cümhur elədi. Onun başına caizə qoymuşdular. Caizə. 10 milyon dolar. Tutmuşlar, salmışlar zindana. Zindandan çıxartdılar, gətirdilər, apardılar, futbol oynatdılar Amerikada, rəis cümhur elədilər. Qoydular ora. Çünki indi hamı Suriyədə bunun sözünə baxır. Hər kəs sözünə baxmasa silinir. Kürdlər silindi. Baxın o terroristlər ki var idi, nəfti satırdılar Amerikaya. Minlər tireli Türkiyədən belə onlara silah getdi. Onların hamısı deyirlər, ya sözə baxacaqsa ya öldürəcəyik. Hejmon və pul. Amerikanın pulu. Türkiyənin pulu. Türkiyənin hejmoni. Yəni mən özüm şəxsən bilmirəm. Mənim nəzərimə Amerikanın əli var. Amma Türkiyədə biz də səvindik da, dedik ki, Türkiyənin əli var. Amma qətlən Amerikanın əli var. Qətlən Amerikanın əli var. Bunun üçün bizim Güney Azərbaycanlılarda bir dənə müşkül var. Bizim keçəcəyimiz, mən kitab oxurdum, görün siyasətə gətirdiniz məni. Mən bu bərnamədə siyasətə çox keçmirəm. Amma üçün soruşdunuz gözümüzdə. Baxın, bizim İrandakıların və işdəkilərin, yəni İranlıların keçən, baxın, beləsə desəm daha rahatdır. Onlar ki 80 yaşdan ta indiyəcən. Yəni 80 yaşları, 90 yaşları var və indiyəcən. Bunların zehniyyətləri Marksist-Leninist bir düşüncədir. İslamı da bu cür düşünüblər, şəriətdə bu cür düşünübdür. Allah rəhmət eləsin şəriətiyə də, Allah rəhmət eləsin mütəhhəriyə də, Allah rəhmət eləsin o şeyi deyəcəm Qərbzədəci, Cəlal Əhməd. Allah rəhmət eləsin Cəlal Əhmədə də, Allah rəhmət eləsin. Yəni, bunlar hamısına Allah rəhmət eləsin. Amma hətta Bəni Sədr, Əbülhəsən Bəni Sədr. İqtisadi tohidi iqtisadini modelləyən odur. Bunların hamısının düşüncəsinin əsadı marksizmidir. Bunun üçün bunların hamısında bir Amerika-Avropa düşmənçiliyi var. Yəni, belə deməyək Amerika-Avropa, orada yaşırlar da, hamısı orada yaşır. Mən də orada yaşıram. Bunların hamısında bir sərmayədari və imperializm deyə bir düşmənçilik var. Onun üçün hazırlar Rusun əlində qalalar, bir çox bu cür düşünürdülər, Amerika ilə mübarizə eləyərlər. O düşüncə hala qalır. Yəni biz indi burada, məsələn, İran dövləti özü gedir Amerika ilə deyir, ağam, müstəqim səndən danışım. Ortada miyan aramançı olmasın. Mən sən nə deyirsən onu eləyim. Bombumu verim, həstəylərimi verim, sipahımı da münhəll eləyəcəyəm. Münşəklərimi də aradan aparacağam. Hər şeyimi aradan aparacağam. Amma mən qalım deyə. Mənə də təhrimi də götürür ki, mən qalım. Biz isə deyirik, yox, biz vətəni satmarıq. Məncə bunların hamısı çirtbirtidir. Siyasətə dünyada real baxmalıdır. Amerika göstərdi bizə real nədir. Amerika dedi, mən filan şeyi istəyirəm, ver, qal. Vermə, qalma, aradan aparıram. Real budur. Ya gedəcəksən, Türkiyə ilə danışırsan, Azərbaycanla danışırsan, Ermənistanla danışırsan, Amerika ilə danışırsan, Fransa ilə danışırsan, Rusla danışırsan, hər kəslə danışırsan, danışacaqsan. Amma deyəcəksən ki, məndən nə istəyirsən?
Mən istiqlal istəyirəm, Azərbaycan müstəqil olacaq məsələn. Məndən nə istəyirsən, mənim istiqlalıma gəlsin, köməklik eləyəsən. Sənin hegemonun və puluna ehtiyacın var ki, mən Azərbaycan müstəqil olam. Biz bunu bilmirik hələ. Hələ bu nöqtəyə yetişməmişik. Bunun üçün mən inanmıram ki, bizim əgər Türkiyə və Azərbaycan ki, ehtimal vermirəm. Ehtimalım çox aşağıdır, yəni sıfırdır. Çünki Türkiyə və Azərbaycan Əraqdakı türklərə, Suriyədəki türklərə hissət vermədilər. Heç hissət vermədilər. Hətta qətli anlarına göz yumdular. Torpaqları işğal oldu, şəhərləri işğal oldu, kürdlər gəldi bunların qəbalə deyirik da, Türkiyədə tapu deyirlər. Tapuları belə qarət elədilər, apardılar, yandırdılar. Yəni koktol, molotov, bomba atdılar. Bu nə deyirlər bu idarəyə? Səbt əsnada əmlak deyirlər də adına. Onlarda bunların hamısını yandırdılar ki, bu torpaqları tutandan sonra sabahları türklər gəlib burada deyə bilməsinlər. Desinlər ki, Hanıq Qəbalən deyəcək yoxdur, yanıbdır. Yanıb, yəni yoxdur. Bura kimindir? Mənimdir. Niyə? Mən buranı tutmuşam, əlimdədir. Kürdlər tutublar, əllərindədir, amma türklərin yoxdur. Bunun üçün bir iradə yoxdur. Biz o günəcən ki, bilməyək siyasətdə bir şey verməsən bir şey alanmazsan və bunu qəbul eləməyək, deyək, məmləkətimi satanmaram, torpağımı satanmaram, o günəcən biz dövlət quranmaram. Biz bunu bilməliyik ki, Türkiyə ilə danışsaq, Azərbaycanla danışsaq, Ermənistanla danışsaq, nə bilim, Çin ilə danışsaq, Rusiya ilə danışsaq, Amerika ilə danışsaq, Fransa ilə, Almanla, hər yerinlə danışsaq, o günəcən ki, bir şey verməyək, bir şey alanmarıq. Və o gün ki, verək, o gün alarıq. O gün alarıq. Ərəblərdən də alarıq. O gün gedək ərəblərə deyək, İranı yıxan, biz İranı yıxacağıq. O gün radio, televizyon ala bilərik. O gün pul ala bilərik. Amma o gün ki, yox, biz sənin yanında durmayacaq, sənin qarşında duracaq falan, bu olar, mənfəət dəli deyil ki. Dəli deyil, heç kəs dəli deyil. Pəhləvi niyə adı çıxdı ki? Çünki Pəhləvi çox rahatca hər yerə, bax getdi, Yahuda, bax bir ağıllılıq budur. Farslar, ərəblər dövrəsindən də qabaqdan bu işi gördülər. Türklərdə də bu işi gördülər, Moğollarda da bu işi gördülər, Teymurilərdə də bu işi gördülər, Qacarlarda da bu işi gördülər, Pəhləvidə də bu işi gördülər, Cümhur İslamidə də bu işi gördülər. İndəki xaricdədilər bu işi görürlər. Pəhləvi neynədi? İstəyir oğlunu evləndirsin. Getdi Yahudi ilə evləndirdi. Ki qız uşaqları Yahudi olsun. Ki özü də durdu getdi. Divar nüdbə deyirlər də. O divar nüdbədə börkü qoydu başına, orada dua elədi. Ki yəni mən Yahudiyəm. Heç olmasa arvadım, uşaqlarım Yahudidir. Çünki Yahudilikdə uşaqlar nənədən doğsa Yahudi doğar. Dədədən doğmaz. Dədə hər nə olur olsun, müsəlman olsun, hər nə olur olsun, mühüm deyil. O evləndiyi arvad Yahudi olsa, onun uşağı Yahudi olur. Bu tortu getdi. Əgər indi bu günlər görürsünüz ki, biraz da çox bu adamı, Pəhləvini, çox da iş sözün radio, televizyonlardan yendirmirlər, cələsələrə çağırırlar. Çünki arvad Yahudidir. Yüzdə gedib Yahudilərə, mənim arvadım Yahudidir. 4 il, 5 il mənim ömrüm qalmır. 69 yaşım vardı, öləcəyəm sabah bir gün. 60 neçə yaşım vardı, sabah bir gün, 66 yaşı vardı. 66 yaşım vardı, sabah bir gün öləcək. Mənim balalarım sizə İsraili düzəldəcəklər və İran İsrail olacaqdı. Verəcəklər sizə, rəsmən sizin olacaq. Bunu biz də istəyirik ki, nə cürlüğü dedim. Çox rahatca biz yerək bilək ki, bir şey verməsək bir şey alanmarıq. Amerika Əraqa bir şey dedi. Bunu istəyirəm. Vermədi, getdi Saddam Hüseyni yıxdı. Suriyə dedi, bunu istəyirəm. Vermədi, getdi nabud elədi. Yəni Suriyə adında bir məmləkət yoxdur. Dünyanın, yəni İslam məmləkətlərinin 5 dənə güclü məmləkəti var idi. Biri qalır. Yıxılacaq o da. Misr, İran, Türkiyə, Suriyə,
Əraq, Libi 6. Libi getdi oradan. Boyun əymədi, getdi. Vermədi yəni. Suriyə elə dağıldı ki, 100 ildə bundan sonraya gəlib Suriyə ola bilməz. Əraq elə dağıldı ki, 100 il bundan sonra da Əraq ola bilməz. İran da elə dağıldı ki, 100 il bundan sonra gəlib bu gücə yetişə bilməyəcək. Dağılacaqdı. İlla ki, indi gətirib verə. O şey ki, o verəcəkdir. Ya gərək mən verəm, ya gərək o verə. Xameneyi məndən daha rahatdır. Niyə? Güc əlindədir. Deyəcək ki, güc mənim əlimdədir. Nəft istəyirsən, məsələn, mənim özümün təhlilimdə, analizimdə budur ki, 2 yer ehtimalı var idi. Mənim nəzərimcə biri getdi ehtimalının aradan. Türkiyə ilə Azərbaycanın ehtimalı getdi aradan. Qaldı elə fəqət bir yer. Amerika sülh eləyə, ya sülh eləməyə İranla barışalar, Əl-Əhvazı alacaqdır. Əl-Əhvazı tutacaqdır. İranın boğazı, gəlir boğazı Əl-Əhvazdır. Buranı tutandan sonra İran qəbul eləsin, eləmir, eləməsin. Oradan pulun, mən bu nəfti nə qədər istərəm aparıram, sənə də bir şey verərəm. Bunu eləsə, eləyəcək. Ya İran özü gərək bu boğazı verə özəliylə. Əraq da hətta bu gün də Ərağın neçə ildir Səddam Hüseyn yıxılıbdı. Ərağın bu gün də nəfti Amerikanın əlindədir. Amerika çıxadır, Amerika satır. Amerikanın paylarında onun pulu qalır. Bir pul aydan aya verir Əraq dövlətinə. Hətta Barizani illərdir, nədir o şeylər, Süleymaniyedə qalırlar. Onlara da Amerika pul verir. İndi biz siyasətdə əməlgərə olsaq, gedib desək ki, çox üzrsən. Azərbaycanın filan mədənlərini istəyirsən. Urmuc gölün bunlar qurudublar, litiyumdan ötürü, nədən ötürü. Ağa, onlar mən verim sənə də. Niyə İran dövləti versin? Mən verim, amma mənim istiqlalımı rəsmiyyətə tanı. Mənə köməklik edən istiqlalımı alım. Həm İran kiçilsin, zoru çatmasın. Ərəbləri qorxudur, türkləri qorxudur, hamını qorxudur. Böyüklüğündən görə lotudur. 90 milyonda adamı vardı. Asla ki, mən hamının qaynağı onun əlindədir. Gəl bunu ağa bölək. Mən Azərbaycanı müstəqil eləyim. Nə mənə istəyirsən orada mən verim. İrandan alınca məndən al da. Tamam. Biz bura yetişməsək şey olan varız. Siyasət bu qədər acıdır. Acı. Hər halda bu cür şeyləri burada danışmayaq. Birazdan gərək bunları dalda da danışaq. Amma vaqiqiyyət ki, bu cür şeydir. Mən bu cələsində kitablar oxuram. İndi gərək bunun bu ortasını kəsəm çıxadam ki, qalmaya. Çünki burası kitabdır. Sonra bunları danışmaq olar. Sağ olun, təşəkkür edirəm. Hər halda bu günləri Təkoğlu adında bir şəxsiyyətlə tanış olduq ki, bu Təkoğlu Rəml-i Üstürlab-ı Müqəntəratla işləyibdir. Mən əvvəldə kitabı tanımırdım ona görə. Burada yazıbdır ki, bu adam Türkiyə yazma əsərlər. 2 yerdə deyir ki, Türkiyədə tapa bilərsiniz. Süleymaniyə kitabxanası ki, bu kitabda ki, biz oxurduq bu günləri, orada saxlanır. Yazıb bu kitabxananın müxtəlif bölümlərində, məsələn, Hacı Məhmud Əfəndi və ya Aşir Əfəndi məcmuələrində Rəml qonusunda bir neçə nüsxələr var ki, Təkəl oğluna mənsub ediblər. Bir də Türkiyə Yazma Əsərlər Qurumu var. Bu qurumun rəqəmi, yəni digital sistemində Təkoğlu və ya Rəmil kəlməsini axtarsanız, əlyazma nüsxələrinin kataloq məlumatına çata bilərsiniz. Əsərlərin özəlliyi, bunun özəlliyi nədir? Təkəl oğlunun yazıları elmi nücumdan daha çox xəlq rəmli mən də görmədim, heç bilmirəm ki, sizdən sonra yazılaşan var ya yox. Çox özümü bu şeylərdə inkişaf elətdirməyə, gəlişdirməyə çalışıram. Sizdən sonra da bir adam yazsa mən də görmürəm, təəssüflə. Təkəl oğlunun yazıları elmi nücumdan daha çox xəlq rəmli,
və praktik falbinlik üzərində qurulub. O, mürid, sual soruşan şəxs üçün işi asanlaşdırıb və hər şəklin hökmünü qətiyyətlə bəyan edib. Sizin yuxarıda göndərdiyiniz cədvəl özü də təkoğlu üslubundan olan rəml kitablarında çox görülən bir şablondur. Hər halda burada bu gün bu kitabla tanış olduq. Bu fərqli bir kitab oldu bu sahədə. Gedək ikinci kitabı ki bu günləri istirdik oxuyaq, ona da bir baxaq, görək ki o nə deyir. Bu kitabı da yazıbdır ki 86 səhifədir PDF-də. Bu bunu göstərir ki, kitabın özü 168 səhifədir. Niyə ki, kitabın PDF-in hər bir səhifəsinə kitabdan 2 səhifə qoyublar. Bu kitab fotokopudur. Elə buradan baxanda görürük ki, kitabın cırılan yerləri, çürüyən yerləri əski olduğu üçün çürüyübdür. Burada qərə düşübdür. Bu bunu göstərir ki, bu kitab fotokopudur. Biz əsl kitabla ki, o birislərdə əksin görürdük heç olmasa, burada onu görmürük. Burada ikinci səhifəsinə baxırıq, dedim fotokopudur. Bunun çox da o gözəlliklərin, zadlarını görməyəcəyik. Qəzəl-i Fəraqi, zahirən burada qəzəllər haqqındadır. Gəldik yenə əvvələ qeyd etdim. Müfrədat deyə bir şeir yazıbdır burada. Burada Qəzəl-i Ələvi deyə bir şeir yazıbdır burada. Əlbəttə bunların kitabın boyu çox uzundur. Təəssüflə bu kitab boyu çox uzun olduğu üçün şeyə yerləşmir, PDF-ə yerləşmir. Mən onun üçün bunu kim yazıbdı görmürəm. Aşağıda birinin şeirinin aşağısında imzası var. Onu görürəm. Bu birinci şeir ki müfrədat deyə yazılıbdır. Bir dənə də Qəzəl-i Ələvi ya Ülvi var. Bunun da aşağısında yenə ad olmalıdır, amma mən görmürəm. Heyf ki bu kitabın əsli deyil, əksindən Qəzəl-i Ali Cüft ya Ali belə bir şey, Ali Koft belə bir şey olacaqdır, Küft. Bu da gəlir. O birisi səhifədə mütəəssifanə ya cırılıbdır, ya su gedibdir, ya nə olub? Tüm fotokopuda bilinmir ki, nədir. Qəp-qərə olub, yazıların üstünə qərə düşübdür, fotokopu qərəsidir. O birisi səhifəsi yenə də Qəzəl-i Ali Cüft ehtimalən həman səhifə olacaqdır. Bu səhifə görüm həman olacaqdır. Qərə düşübdür, onu tazaşdan salıbdır. Ehtimal verirəm ki, bəli, həmandır. Onu elə salıb ki, indi bura tazaşdan onun əksini bir də salıbdır. O yazılar ki, üstdə görsənmirdi, burada görsənir. Qəzəl-i Fəraqi. Fəraqi şairdən bir qəzəl, bir Qəzəl-i Oruci. Oruci ya Oruci deyə bir şey də bundan, qəzəl də bunlardan salıbdır. Hərəsindən bu kitabın hər səhifəsində Qəzəl-i Xosro Cüft. Bu da Xosro adında həttəmən bir şairdir deyibdir. Bunun xəttindən yazıbdır. Bəli, aşağıda Xosro səsin sözünü gördüm. Bu birisi də nədir? Onu yazmayıbdır ki, hangi elə ehtimalən bu da Xosrodan olacaqdır. Amma bəli, Xosro, bu da Xosrodandır. Çeşmi Xosro Ələvi ya görməyə ta qadirimiz. Belə bir şeirdir. Bax, əvvəl kitabın özünə baxırıq. Təəssüflə dedim, kitab olduğu kimi, məsələn, burada bir şeirdir, gəlibdir. 7-ci PDF-in 7-ci səhifəsinə yenə də qərə düşübdür. Ehtimal verirəm bunu tazaşdan əksin qoya. Görüm ki, tazaşdan qoysa bu birisi səhifədə nə vardır? Sübhüdən ağlaq bu şəbi. Yox, onu tazaşdan salmayıb təəssüflə. Genel, bunun bir kitabın, bunun təəssüflə bu kitab çoxu qərə düşübdür. Yəni şey eləyəndə bunu fotokopi eləyəndə qərə düşüb. Məsələn 1026-da yazılıb. Bu yaxçıdır. Yəni 500 il bundan qabaq yazılıb bu kitab, bu şeir. Amma təəssüflər olsun ki, bu kitabın məsələn hər səfəsindən bir səfəhə bir səhifə yox, kamilən
qərə düşübdür. Məsələn, burada Şəm'i deyə, ya da Şəm'i, bəli, Şəm'i deyə bir şairdir. Qəzəli Mərvidir, nədir? Bu da bundandır. Ol ki bi Xosrovi canan nəzər, ehtimalən bu da Xosrovdur. Amma orada ayrı bir şey ad yazmışdı. Gülşən Bağban, Qəzəli Qənayi. Qəzəli nədir bu da, təəssüflə bunlar oxunmur çox da. Hər halda bu da bir kitabdır, qəzəllərlə doludur zahirən. Təəssüflə mən bunu şey eləyə bilmirəm. O kitabın gözəlliyini görmürəm. Fotokopi olduğu üçün də hər şey qatışıq düşübdür. Yəni çox şey qatışıq düşüb. Hər şey deməyək, çox şey qatışıq düşübdür. Mən bu kitabı, məsələn, burada bir səhifə kamilən qatışıq düşübdür. Yəni nə olubdur bura? Əgər bu səhifə xarab olsaydı, gərək bu arxası da ki vardı, bu da xarab olaydı. Cəlibdir ki, arxası xarab görsənib, burası yox. Ya əmdəndir, ya səhvəndir bu kitab. Beləsidir. Və bu bəzi yerdə görsədir ki, bu əmdən də ola bilər ki, xarab olsun bu. Amma hər halda bu Türkiyədə, bugünkü Türkiyədə və əcəba bu orada saxlanılır ya yox, bunu heç diqqətimdən çıxdı. Yox, bu kitab orada deyil. İstəyirdim deyəm ki, bu kitab oradadır. Bu kitab Avropada saxlanılır. Supel nəmənə, türkcə diqqət eləməmişdim buna. Möhrü o şeyi görsədir. Heyf olsun bu kitab. Burada da bir şey görsənilir, yazıb ki, Exi Biblioteka ve si Elofi bi rana du filan gam munafatiri yo Germani Paris'te saxlanır bu kitab. Heyf olsun. Mən bu kitabı oxuya bilməyəcəyəm. Bundan keçək, bəs bu da qaldı. Bir dənə kitaba rast gəldik. 48 səhifə, yəni 24 səhifəlikdir PDF-də. Və adı Təsnimi Muhammed. Görək bunu kiçiyi eləsək, bu yerləşir səhifəyə. Bəli, bu yerləşir səhifəyə. Bu kitab Süleymaniyyə kitabxanasında İstanbulda saxlanır. Kitabın özünün əksini görürük. Əvvəl bu kitabın özünün əksinə bir baxaq, görək nə cürdür. Bəllidir, kitab köhnəlibdir, çox köhnəlibdir, qıraqları saralıbdır, bir çox yeri cırılıbdır. Birinci ilə səhifə görsənir, cırıqlar burada görsənir. Əl yazı çox gözəl bir əl yazıdır. Düzdür, mən bunu biraz çətin oxuyaram, amma oxuyaram. Yəni, bir 3-4 səhifəsini oxusam, başlarım oxumağa. Kitabın qıraqları çürüyübdir, aradan gedibdir, kitabın ortasında bəzi yerdə cırılıbdır. Nəzərə gəlir ki, bu yenə bu öncədən bir nümunə buna kitab görmüşdük. Bu kitab ya 250 ilin içində yazılan əl yazmadır ki, belə olsa ərzişi yoxdur, çox ərzişi yoxdur oxumağa. Bir də məlumat verən, amma çox ərzişi olmaz oxumağa. Özəlliklə düşüncə sayəsində keçsə. Şeir olsa bəlkə adam deyər ki, tamam. Amma şeir olmasa bu 250 ildə ehtiyacı olmaz bunu oxuyan, mən şəxsən özümü deyirəm. Çünki inanmıram 250 ildə yazılan kitablar bizim üçün yazılmış olsun. Məmulən düşmən üçün yazılıbdır. Çünki mən də yazsam, mənim beynim düşmənin iştiqalındadır. Bu kitab 250 ildən içində olsa, bunu niyə deyirəm? Çünki bunun xəttlər görürəm ki, xəttlərin üstündə yazılıbdır. Əgər abı xətt olsa, keçən 200 ildə bu xəttlər, 250 ildə bu xəttlər çəkiliblər ki, uşaqlar mədrəsədə dəftər deyə yazırlar, məşq o xəttin üstündə yazırlar. O çox görsənməsin deyə yazırlar. Bir də Osmanlı dövründə kitabları düz xəttdə yazsın deyə nazik, çox nazik görünməz bir xətt çəkirdilər, onun üstündə yazırdılar. Çox görünməz.
Burada onu görə bilirəm. Yəni nəzərimə gəlir ki, bu xətt həm ola bilər, o dövrün xətti olsun, həm bu. Ona görə buna bir şey deyə bilmirəm. Əgər AB olsaydı deyərdim ki, o dövrün xətti şeydir, çap dövrünün xəttidir. Amma çünki AB deyilsə də, olsa da mənim gözüm təşxis vermir. Çox nazikdir və çox az rəngi var. Ona görə ehtimal verirəm bu Osmanlı dövrünün 250-dən bunca öncə yazılmış kitab olsun. Bu kitab 24 səhifə olduğu üçün elə biləsi şey vururam, gedir. Ehtimal verirəm şeirdir bu. Tamamən də şeir olsun, yəni ehtimalən təsnim də ki, burada yazılır. İndi baxarıq görürük nədir. Xətt dəyişdi. Ortada xətt dəyişdi. Kamilən o üstdəki xətt ilə bu xətt çox fərqli oldu. Əlbəttə hər ikisi oxunur. Yəni oxunmalı xətdir. Oxuya bilirəm. Biraz zora salsam özümü 3-4 səhifə oxusam oxuyaram. Özəlliklə şeir olsa, şeirin adam bir müddətdən sonra daha. Burada təəssüflə görürük ki, kitabın ortası ya yanıbdır, ya da su tökülübdür. Amma hər halda kitabın əvvəlindən də yoxdur, axirində də yoxdur. Yəni kitabın axiri düşübdür. Cildizadı da yoxdur. Cırılıb gedibdir, çürüyübdür ehtimalən. Onun üçün də axirdən neçə səfər cırılıb aradan gedibdir bilmirik. Əvvəldən də neçə səfər cırılıb aradan gedib bilmirik. Amma bir dənə dəlil mənə deyir ki, bu kitab tazadır. Niyə? Çünki zahirən bu kitabın arxasında fotokopu var. Bizim dəftər fotokopu deyəm, mixkop var. Yəni mix var. Mismar var. Yəni bizim yadımızda olsa o 40 səfəli, 100 səfəli dəftərlərimizin ortasından belə bir mix vururdular 2 yerdən, 3 yerdən məncənə. Biz o məncənə ilə bilirdik ki, bu dəftər keçən 250 ildədir, çünki ortasında bir dənə də məncənəsi var. Məncənəsi olmasaydı, lağəl deyərdim, bu Osmanlı dövrəsində yazılıbdı, şey olardı. Amma buna da bir baxaq, görək ki, qonusu nədir? Bunun əvvəli də düşübdür, axiri də düşübdür, ortadan biraz səfəsi qalıb, 24 səfəsi qalıbdır, yəni 48 səhifəsi qalıbdır. Biz yadınızda olsa 60 səfə bərci deyə dəftərlərimiz var idi mədrəsədə. Hesab yazardıq ya, dərsi məşq yazardıq üstündə. Bu, o dəftərlərdən də olmuş olsa, çox səfələri əvvəldən qopub düşübdür, əvvəldən də axirdən. Musayı fəqət məzhər nuri sifət etdi. Zati ilə, haqq ilə, təzimi Muhammed. Zati ilə, haqq ilə, təzimi Muhammed. Bir olmasan o ədna ilə heç tur təbəh oxunmadı. Burası bilmədim nədir. Bir olmaz o adını ilə heç tüz nə mənə bir başqa məhəbbət idi təklimi Muhammed. Cürət edəməz nəəti kəmalatına cəzmi ya həzmi. Adı beləsi olacaqdır. Cəzmi ya da həzmi olacaqdır bu adamın adı. Adının da üstünə xətt çəkibdir. Şeir görürsünüz ki, vəsətdən gəldi, qutardı, yəni vəsətdən başlandı. Cürət edəməz nəəti kəmalatinə həzmi. Feyzi adır edər dilmə təsnimi Muhammed. Burada təsnimi Muhammed burada gəlir, amma sallallahu aleyhi və səlləm də burada yazıbdır. Şeir burada qurtarır, amma görək ki, qeyrəti rəf etdi. Xuda xah oladimə Adəm. Oladı Adəm. Beləsi bir şey. Qeyrəti rəf etdi. Xuda xah oladı Adəm. Vəhdətün ünsitrə məəllah oladı Adəm. Gördü bu mərayada sübut zat و صفاتی
mehman nahonxanه‌ای در جاه اولاد آدم. Söylədi, ehtimalən sildi də ola bilər. Sildi hərəm dildəki ovsaf-ı vücudi, bu qəl'əyi ki bu vəqəd mərgah اولاد آدم. Nə mənədir? Baş tapmadım buranı. Dediyim kimi bu əlyazma biraz çətin əlyazmadır. Bunu ən azından gərək bir 5-10 səfə adam qələt-qulət oxuya, həm bunun şeirinin məzmunu ilə, konsepti ilə tanış ola, həm bu hərfləri necə bir-birinə buruşdurub, yapışdırıb bunlardan bir kəlmə düzəldib onunla tanış ola. Çünki bu adamın hər adamın əl yazısı o adamın özünə tay ki dünyada təkdir, əl yazısı da təkdir. Onun üçün hər əl yazını oxumaq o adamı kəşf eləmək deməkdir. O adamın hətta ruhun belə vəziyyəti, o nə vəziyyətdə yazıb onu kəşf eləmək deməkdir. Onun üçün bu şeydir. İndi məsələn ey saqi məlahət, ey saqi məlahət, eşq ilə şərabi yokmuş ya yokmuş. Ey saqi məlahət, eşqündə şərabi yokmuş, yokmur. Bu teşniyə o bəhrin bir qətrə abi yokmuş. Yokmuş olacaqdır. Ey saqi məlahət, eşqünə şərabi yokmuş. Ya eşqün şərabi yokmuş. Eşqün şərabi. Ey saqi məlahət, eşqün şərabi yokmuş. Bu teşnəyə o bəhrən ya o bəhrdən, o bəhrdən, bu teşnəyə o bəhrdən, bəhr olar, bəhrin, o bəhrin bir qətrə abi yokmuş. Öldüm qəmi fəraqə, öldüm qəmi fəraqdən olacaqdı. Bir həstə sərgərdani, bir məst sərgərani, bir düşmənin insan cana təvabi yokmuş. Təvabi yokmuş. Bu əsmanın aymə isminə ehtimalən olacaqdır. Bu əsmanın əsami toxmaz mi ixtabi, bu birci hicrün axar getməz mi səhabi yokmuş. Getməz səhabi yokmuş. Çuyi visalət. Qoy görün bu ne? Mən bunu zor oxuram. Əcəba bunu Nət-i Şərif-i Nəbəvi bundan bir əks alırım. Verim görüm ki PDF bunu oxuya bilərmi? Oxuya bilməzmi? PDF dedim. Bunu oxuya bilərmi? Məsələn bu ChatGPT ya qoy buradan beləsi qoyaq. Kiçik eləyək. Bəlkə eləyə bilər ki bunu. Tamam, bunu save eləyək. Gedək indi Tacaşdan burada görək bu bunu oxuya bilər. Çox yaxşı olar oxuya bilsə. Heç olmasa bu xəttin oxumağında mənə köməklik elər. Bu səhifədə yazılan şeirləri oxuya bilirmisin?
Bunu buradan götürək, tadaşdan kopyalıyaq. Göndərək burada bu onu oxumağa məşğul olsun. ChatGPT-dən də bir soruşaq ki, bunu ChatGPT bilirəm ki, oxuya bilmir, amma bundan belə yəni bir şey eləyək da, yəni. Bir də ChatGPT çox bevax upload eləyir, amma bu şey Gemini çox sürətlə upload edir. Gedək indi bu görək ki, bu nə yazdı. Bu əksi verdik bura, tamam. Görək nə yazdı. Böyük bir maraqla bu əlyazmanı araşdırdım. Göndərdiyiniz ikinci şəkildəki mətn klassik Osmanlı Azərbaycan türkcəsində yazılmış irfani və hikmətli şeirlərdən ibarətdir. Yazı üslubundan nəstəlik və ya şikəstəyə mail bildir ki, bu bir məcmuədir və şair burada dünya vəfasızlığından, eşq və mənəvi məqamdan danışır. Mətn biraz çətin oxunsa da, oxuya bildiyim bölümləri sizin üçün burada yazıram. Sağ tərəfdəki şeirlər, beytlər. Həb atar su nəqşi, səri, söhəfi. Burada əlaməti sual qoyub ki, yəni oxuya bilmədi. Gedək görək ki, belə bir şey var idi, yoxsa yox idi. Çünki mən belə bir şey yadıma gəlmir. Həb addi səva nəqşi, səri səfhi dildən. Bu dildən oxuya bilməyibdi. Həb addi səva həman. Səva nəqşini səri səfhi dildən. Hər bir nəfəsi olalə Allah اولاد Adəm. Görürüm ki, burada nə yazıbdır? Hər nəfəsi olan Allah olan Adəm. Bu Allah olan dedi buna. Mən اولاد Adəm oxudum, amma olan da oxunur. Bu da düz deyə bilərəm bunu. Yəni qəbul eləyə bilərəm bunu. Qeyrəti rəf etdi xuda xah olan اولاد Adəm. Mən burada oğlad görürəm, oğlan olmaz. Vəhdətinə üns içrə məəllah olan Adəm. Olan ola bilər. Qeyrəti rəf etdi xudaxah olan Adəm. Vəhdətlə üns içrə məəllah olan Adəm. Gördü bu ترادا پاده ثبوت ذات و صفاتی مهمان خانه مهمان نهان خانه در جاه olan Adəm. Söylədi hərəm-i dildəki اوصاف vücudi bu gülgülədə ki bu zövqdə agah olan Adəm. Bu gülgülədə ki bu zövqdən agah olan Adəm. İndi burada həbdən başladı. Həb addi səva nəqşini səri səfhi dildən hər bir nəfəsi olan Allah olan Adəm. Acaba belə bir şeydir. Burada da yazdı. Məsələn, burada yazıb Eysaqi. Burada Eysaqi yoxdur. Eysaqiya məlamət eşqində şərabi yoxmuş. Bu əşadakın gəldi oxudu. Burada ortadaşları oxumadı. Yəni bunları bi şəhri ki xürrəmi yetişir اوج کماله بی شکی بی şübhəsiz ki xürrəmi yetişir اوج کماله بدری gibi bir kamilə həmrah olan Adəm. Bədri gibi
bir kamilə həmrah olan Adəm. Mən ovlad Adəm daha çox nəzərimə gəlir ki, yaxçıdır, amma olan Adəm də ola bilər. Çünki ola bilər. Ey saqi məlahət, bu yazıb məlamət, mən məlahət görürəm. Ey saqi, çünki məlamət məni verməz ki, şeirdə saqi məlamət olmaz, saqi məlahət olar. Ey saqi məlahət, eşqün şərabı yoxmuş. Burada yoxumuş yazıbdır. Mən yoxumuş bilirəm. Bu yoxumuş olur. Bu teşnəyə o bəhrün bir qətrə abi yoxumuş. Burada deyir ki, oldum qəmi fəraqa məst gərgərdan. Oldum. Burada ortadakı xətti oxuya bilməyibdir. Ey saqi məlahət, eşqün şərabı yoxumuş. Bu teşnəyə o bəhrün bir qətre abi yoxmuş. Oldum qəmi fəraq ya da oldum, öldümdə olar. Öldüm qəmi fəraqdən bir məsti sərgərdani bu düşmüşə əl-atsən cana təvai yoxmuş. Təvani yoxmuş da ola bilər. Görək, oldu qəmi fəraqa məsti sərgərdan. Oldum qəmi fəraq. Burada yazıb ki, fəraqə. Oldum qəmi fəraqə bir məsti sərgərdan. Biri oxumayıbdır. Burada da çuya gedib. Aşağıda 3-4 sətr oxuya bilməyib gedibdir. Çuyi visalinə ya ihadi təriqət. Hər halda oxumaq, yəni bu xətti oxumaq olar, şeirdir zahirən. Şeir olduğu üçün çalışaq biraz oxuyaq, görək ki, nə olur. Oldum qəmi fəraqə bir məst sərgərdani olmayacaq, fəraqun olacaqdır. Oldum qəmi fəraqun bir məst sərgərdani bir düşmüş əl-ansan bir düşmüşə əl-atsən cana təvani yoxmuş. Bu asmanın ey məh toxmaz təyi aftabi. Bu asmanın ey məh toxmaz mı aftabi? Bu borc hicrün əfza, bu borc hicrün axər getməz mi bi? Getməz səhabi yoxmuş. Çuy visalına ya ey hadi təriqət kəsdirmə bir təriqi bir çizbi yabi yoxmuş. Bir cizli babi yoxmuş. Kəsdirmə bir təriqi bir cizli babi yoxmuş. Dar daire-i احارم افسانه خیالون در دایره رهارم افسانه خیالون bilmem bu maceranın haddi nisabi yokmuş. İstersen ehli derde bin fasl bab ogur sen. İstersen ehli derde bin fasl bab ogursa güya davay eşqə səndə kitabı yoxmuş. Yalvar bu dərdən axər həzmi kavır
dəvasi, həzmi çavır dəvasi. Bu necə niyazın əlbət bir müstəcabı yoxmuş. Qələt oxudum, amma qələt oxumaq təbiidir. Çünki bir əlyazı oxuruq ki, bu dünyada təkdir, ikincisi yoxdur. Bunu oxumaq üçün məcburuq ki, bu kitabdan 10-15 səhifə qələt oxuyaq, ta gözümüz bu yazar hərfləri necə qavırıb, necə dolaşdırıb, bir-birinə yapışdırıb bir kəlməni yazıbdır, onu kəşf əvvəl eləyək. Onu gərək əvvəl mənim gözüm görə adət eləyə, oxuya, qələt oxuduqca kəlmələri bir-birinə düzəldə, yəni getdikcə kəlmələr düzələcək, sonra yavaş-yavaş bunun anlamını da anlaya, ondan sonra beyin, göz bunlara adət eləyə bilə oxuya. Yəni kəşf eləmək, hər bir əlyazını bir kəşfidir, bir yeni inkişafdır. Gedək görək o birisi şeirdə necə deyir? Nəəti şərifi nəbəvi. Məsələn, biz yavaş-yavaş indi burada nəbəvidə deyəndə iyi görürük ki, yer kimi yazır. Yer. O axirdəki ya var, nəbəvi deyirik. O hərfin, səsin misli yer yazıbdır. Ya yi yazıbdır, nöqtəsiz özü də. Onun üçün bunu kəşf eləmək lazımdır. Nəti şərifi nəbəvi. Bu nuri qəməri barigi tabu فرگدر bu nuri qəməri bu nuri qəmər barigi tabu dəhri gedər. İhtimalən burada qalsın da. Bu fərc edər ihtimalən. Şəmsə bu xəya pərtüvi əksi cühərc edər. Pəs o fərc edər. İndi nə olar? Bu nuri qəmərbarigi tabu fərc edər. İhtimalən dəfərc edər. Belə bir şey olacaqdır. Şəmsə bu xəya pərtüvi əksi cühərc edər. Sən məstəri əyan həyati dö cahansə. Sən məstəri əyan həyati dö cəhanə ya dö cəhan, burada axirdə nədir bu belə fırlanıbdır. Sən məstəri əyani həyati dö cəhan, hər zərrədə ki nurun bir əsər gedər. Sən مشرق نوری احدیتی عوالم هم müftəxəri nuri tului səhər gedər. İhtimalən, deyirəm, ihtimalən bunlar qələt oxuram, çünki bəzən mənisi zehnimdə cür gəlmir. Alimləri tənvirə səbəb oldu saray. Aləmləri tənvirə səbəb oldu saray. Ol möcüzələr ki biri şəqqül qəmər gedər. Qur'an əzimi şənindədir Allah. İhtimalən bəlkə də bir şey ayrı cür oxumaq olar. Qur'an əzimi şənindədir əlində. Belə də ola bilər.
şanındadır elinde. Ahkam ilahi sana müteber gedər. خاصیت احیا که dirilmişti Mesiha ya verilmişti Mesiha belə soğuk verilmiş düz gələr. Xasiyyət ehya ölüləri diriltmək. Xasiyyət ehya ki verilmişti Mesiha ol dəm nə mənə olar burada? Dəmzəni əksi nəfsi xoştər gedər. Cür gəlmədi. Ol dəm bizə əksi nəfəsi xoştər gedər. İhtimalən. Mi'racına Əbu Abbas yox. Hər dəm açıqdır. Aha. Mi'racına əvvab səma hər dəm açıqdır. Ərvahi qədi müntəziri rəhgüzər gedər. Ərvahi qudsi müntəziri rəhgüzər gedər. Düzü beləsi olmalıdır. Sən məsnədi qəvi onaya ərərsən. İrərsə sən məsnəd qəvi qədim ola bilər. Sən məsnəd qədim onaya irərsən ol məsnəd əlviyə irərsən ki yer gedər. Yer gedər. Ol məsnəd çox çətindir, çox qatışıq yazıbdır. Kəşf eləməsi. Əgər istəyəsiniz ki, kitabın mətnini görəsiniz, kitabın mətni YouTube-da canlıda görsədir. Təəssüflə eləyə bilməmişəm ki, kitabın ki oxuram, o kitabı görsədəm. Çalışıram, indirmişəm o sistemi ki, eləyə biləm eyni zamanda həm YouTube-da, həm də Instagram-da səhifəni görsədəm. Özüm güşədə bir kiçik qalan, amma səhifə görsənsin, kompüterin səhifəsi görsənsin. Buna çalışıram, amma necə deyim, yəni hələ başarmamışam. Vəli inşallah gələn 3-4 gündə eləyə bilirəm ki, kitabları həm görsədəm. Burada onda çox yaxşı olar. Sizin kimi düşünür, bilgin dostum eləyə bilər mənə köməklik eləsin ki, bunları düz oxuyam. Hər halda burada indi ki belə baxıram, görürəm səhifənin biri cırılıbdır. Səhifənin kamil vəsəti belə çəkiblər, cırıblar. Birazı qalıb orada. O qalan yeri qalıbdır. Əhsidə düşüb həm kölgəsi, həm özü. Mütəvəccüh olmamışdım. Burada əsla ona mütəvəccüh olmamışdım. Deyirdim bəlkə əks şeydir. Amma görürəm ki, səhifə cırılıbdır oradan. Hər didəyə didari haqq olmaz mütəcəlli ya mütəcəlla. Hər didəyə didar haqq olmaz mütəcəlla ya mütəcəlli. Ancaq ona nuri şemayi nəzər gedər. Ancaq ona nuri nəmayi nəzər gedər. Ol vəhdətə ancaq sən olursan mütəali. Ol vəhdətə ancaq sən olursan mütəali. Cəbril o nəhon xanədə dərbar در gedər. Dərbardə در gedər.
ehtimalən dərbar dər gedər. Ya dərbani dər gedər. Tamam, o düz oldu. Cəbrəil o nəhənxanədə dərbani dər gedər. Bu qədər sana dəvayı nübüvvətdə güvahi surətdə əgər Həzrət Adəm pədər gedər. Təəssüflə o birisi səhvə cırılıbdır. Yəni biz şeiri o birisi səhvədə ki gərək oxuyaydıq qalanın, o səhvə cırılıbdır. O səhvənin arxası da təbii, yəni o vərəq cırılıbdır. Onun üçün bu şeir başqa bir şeyə gedir və bu da başqa bir şeirdir burada. Hər halda Xürrəmi olacaq adı bu adamın. Xürrəmi ya da Həzmi. Bu iki addan biri olacaq. Nəzərimə Xürrəmi gəlir. Görək ki, bu adda şair varmı, yoxmu, onu soruşaq. Bunun şeirlərindən birini yazım. Görüm ki, bunu tapa bilər ya yox da. Beləsi bir iş görək. Burada Xürrəmi deyə bir şey yazıbdır. Buradan başlayaq. Hardan yazıbdır bu adın? Xürrəmiya. Buradan olacaqdır. Bu şeir buradan başlanır. Amma axirində sərasər Xürrəmiya qətərə mi köçsə mə əsasından. Qoy görək buradan. Xürrəmi kimi nəətündə nəhayət qalır aciz. Bunu kiçildək belə biraz burada yazaq. Xürrəmi kimi Xürrəmi kimi nəətündə nəhayət qalır aciz. Tamam. Görək. Hər xamə ki nəzm avər hüsni seyr gedər. Hər xamə ki nəzm avər hər xamə ki nəzm avər hüsni siyər gedər. Hüsni siyər gedər. Görək. Bu beytdə bəlli olur ki, şairin ismi Xürrəmi ya da Həzmi dür. Əcəba Həzmi ya Xürrəmi adla bir şair varmı ki onun əlyazma əsəri Türkiyədə hangi kitabxanada saxlanırdı bu? Eydad Süleymaniye. Türkiye'de Süleymaniye kitabxanasında saxlanılır. Görək bu haqda nə deyir?
ChatGPT-də yazmışam. ChatGPT məmulən biraz şeydir. Bu burada işin görsün, amma gedək biz o birisi tərəfdən də bunu tamam. Görək ki, bu Cimnaya mən daha çox əlaqə tapdım. Çünki əlbəttə Çinlilərinkində açmışdım, amma nədənsə onu bu günlərə baxmadım. Bəli, sizin qeyd etdiyiniz beytidə şairin təxəllüsü çox böyük ehtimalla Xürrəmi və ya Həzmi kimi oxunmalıdır. Sizin bu maraqlı sorunuza cavab olaraq Süleymaniyyə kitabxanası və əski qaynaqlarda bu adlarla bağlı bir neçə önəmli məlumatı təqdim edim. Həzmi, Məhməd Həzmi Tura, Süleymaniyyə kitabxanası ilə ən sıx bağlılığı olan şəxs Məhəmməd Həzmi Tura 1906-1981-ci 1961-1960-cı illərdə yaşamışdır. O, təxminən 10 il ərzində Süleymaniyyə kitabxanasının müdiri olub və özü də bir sufi və şair idi. Əsərləri onun bir çox əlyazma kitabların haşiyəsində elmi notları və şeirləri var. Təxəllüsü o, şeirlərində və yazılarında həzmi təxəllüsünü işlədirdi. Sizin göndərdiyiniz şeirin irfani fəzası və Süleymaniyyə kitabxanası ilə olan əlaqəsi bu şəxsin ehtimalını gücləndirir. Xürrəmi, ədəbiyyat tariximizdə Xürrəmi təxəllüslü bir neçə şair var. Mirzə Xürrəm Kürdəşdi, o Qəradağ Azərbaycan bölgəsinin tanınmış Türkani Farsi-güy şairlərindəndir. O, öz şeirlərində Xürrəm təxəllüsünü işlədib və dini irfani mövzularda şeirlər yazıb. Osmanlı ədəbiyyatında da Xürrəmi təxəllüslü kiçik şairlər mövcuddur ki, onların divanları və ya risalələri Süleymaniyyə kitabxanasının müxtəlif məcmuələrində, məsələn, Fehristi nüsxəyi xətti farsi ya türki tapıla bilir. Beytin mənası və şairin kimliyi. Sizin yazdığınız beytidə Xürrəmi ya Həzmi gibi nətində nəhayət qatılır aciz, hər qalır aciz yazmışam, qatılır yazmışam. Mən bu gərək qalır deyə gərək yazaydım bunu. Buradadır. Qalır, mən qatılır yazmışam acaba bunu. Bəli, bunu şey eləyim. Qatılır eləyim, qalır. Hər nüsxəyi tamam. Kazaşdan bunu getdi bura. Ged aşağıya. Tamam. Bayaqşından çox az yazdı. Bayaqları çox yazmışdı. İndi o bölümü də sildi, getdi. Gedim bu şeyə ChatGPT görüm nə yazıbdı. Bəli. Məsələn, görürsünüz ChatGPT-də B ərəb əlifbası ilə yazıbdı, ərəb-türk əlifbası ilə yazıbdı. Əlisi latincə yazıbdı. Bəli, sənin oxuduğun beytidə Xürrəmi ya da oxunuşa görə həzmi təxəllüs olması çox möhtəməldir. Əski şeirlərdə şairlər son beytidə təxəllüslərini açıqca yazardılar. Bu iki ehtimal üçün qıssaca bilgi verim. Xürrəmi təxəllüsü şairlər. Osmanlı ədəbiyyatı, yenə burada indi əski Kirilcə yazıbdı. Da şeycə də yazmayıbdı. Latincə də yazmayıbdı. Əsli Kirilcə yazıbdı. Rusca idi ki, Azərbaycanda işlənirdi, onunla yazıbdı. Mən onu başarmıram. Xürrəmi təxəllüslü bir neçə şair olmuşdur. Ən tanınanlarından Xürrəmi Çələbi. Burada əsrin latincə yazıb bilmirəm. Qoy yazım ki, tarixləri hicri yaz lütfən
Görək ki, bu tarixləri hicri. Bəli, zikr etdiyim Xürrəmi və Hizmi təxəllüslü Osmanlı şairlərin dəqiq doğum ölüm tarixləri çox vaxt məlum deyildir. Çünki böyük divan sahibi olmamış, şeirləri məcmuələrdə qalmamışdır. Mənə istir yazsın. Amma ədəbiyyat və təzkirələrə görə təqribi hicri dövrələri bəllidir. Xürrəmi təxəllüslü şair Xürrəmi Çələbi təqribən fəaliyyət dövrəsi 970 ilə 1030 il arasında, yəni 60 il ola bilər. Yəni Qanuni Süleyman xan və sonrası Osmanlı əsrləri. Bu dövrələrdə nəət və təsəvvüfi qəzəl yazan bir şair olması möhtəməldir. Həzmi təxəllüslü şair. Həzmi təqribi fəaliyyət dövrəsi 980-1050. Yenə də aynı o birisi şairinlə bir yerə düşür. Mədrəsə mühiti və məcmua əşar içində şeirləri qalan şairlərdən olduğu qəbul edilir. Əlyazma baxımından Süleymaniyyə kitabxanəsində bu şairlərin müstəqil divanlarından çox Məcmui Əşar, Nəət məcmuəsi, Təsəvvüfi Cünc içində şeirləri saxlanmaqdadır. Sənin gördüyün səhifənin xətti və ləhnə görə də əsr-i hicridə, yəni təqribən 970-dən 1050 hicri arası olması çox qüvvətlidir. Yəni, onda bu şeir, mən dedim, Mihkuba görə 2 dəlil gətirdim ki, bu taza yazılıbdır. Biri Mihkub var bu dəftərin arxasında, yəni mıxla bağlayıblar səfələri bir-birinə. İkincisi, sətirlərə xətt çəkilibdir. O xətt də taza olduğu üçün nəzərimə gəlir ki, bu da keçən 250 ildə çap dövründə olduğu üçün nəzərimə gəlir ki, bu dövrdə. Amma bu adam deyir, şeirin siyaqı ilə bir də oxusam, Məcmui Əşar, Nəət məcmuəsi, Təsəvvüfi ya da Cünc içində şeirlər saxlanmaqdadır. Sənin gördüyün səhifənin xətti və ləhninə görə də 900, təqribən 970 ilə 1050 hicri arası olması çox qüvvətlidir. Əgər istərsən, səhifədəki xətti nouna baxıb əlyazmanın hicri tarixini də daha təxmin edə bilərəm. Deyək ki, buyur, yaz. Buyur, yaz. Buyurun rı düşdü. Görək nə deyir burada. Onun sualı burada da soruşum. Əcəba bu əlyazmaya baxmaqla onun yazılma tarixin təxmin edə bilərmisin? Deyə belə bir sual soruşaq, görək ki, cavab verə bilir ya yox. Bu dedi, görək bu nədir? Deyək ki, yaxşı. Səhifədəki xətt və yazı xüsusiyyətlərinə baxdıqda belə bir nəticəyə gəlinir. Xətt xüsusiyyətləri nəsx ilə təliq arası sadə və mədrəsə yazısına bənzəyir. Mən də bunu dedim. Hərflər çox bəzəkli deyil. Əməli oxumaq üçün yazılmışdır. Kağız və mürəkkəb. Yenə də bunu əsri yazıbdır. Əsr Osmanlı yazmalarına oxşar. Bu deyim ki, bunu deyim ki, kopi eləyim. Lütfən bu əlamətlərlə yazma. Əgər də yazmağa məcbur qalırsansa hicri tarixi də onun yanında yaz. Bunu qoyduq, amma indi burada gələk bunun sonuna tamam, görürüm ki, bunu nə deyir? Baş üstə, miladi əsr yazmayacağam, ancaq yanında hicrisini də göstərəcəyəm.
Sənin gördüyün əlyazmanın xətt və kağız xüsusiyyətlərinə görə dövrü 900 ilə 1100 arasında. Yəni bu X, V, ay yazanda olur 900 ilə 1000 arası və X, V, 2 ay yazanda olur 1000 ilə 1100 arası. Yəni daha dəqiq təxminlə 970 ilə 1040 arası hicri illər arası bu dövrdə nəqd və təsəvvüfi məcmuələrin çox yazıldığı mədrəsə və təkcə mahölündə şeir məcmuələrinin çoxaldığı zamandır. Sənin səhifənin sadə nəsx təliq qarışığı xətti də bu 970-1040 hicri tarixini qüvvətləndirir. Əgər istərsən səhifədəki kəlmələrə baxıb şairin təkcə mahölündənmi, mədrəsə mahölündənmi olduğunu təxmin edə bilərəm. Buyur, yaz. Görək ki, nə yazır? Görək bu şey nə yazdı. Əlyazmaların tarixini dəqiq biləcək üçün kağızın cinsinə, su nişanəsinə, watermark və mürəkkəbə baxmaq lazımdır. Ancaq göndərdiyiniz şəkillərdəki xətt üslubu və kitabət tərzi bizə çox önəmli ip ucları verir. Bu əlyazmanı iki xəssisəyə bölmək olar. Xəttin növü və üslubu. Bu mətn nəstəlik xətti ilə yazılıb, ancaq burada şikəstə nəstəlik gözə çarpır. Bu üslub özəlliklə, yəni 18-ci əsrdən 1100 hicri illərindən etibarən İran, Azərbaycan və Osmanlının şərq bölgələrində geniş yayılmışdı. Bu nöqtələrin qopuluşu və kəlmələrin bir-birinə keçdiyi, məsələn, nəətündə kafla yazılır da nun. Nəətündə kəlməsində bu dövrün münşilərinə çox bənzəyir. Rəmli cədvəli və dili. Rəmli cədvəlini istəmirdim ki, bu cədvəli istəyirdim. O ayrıdır, bu ayrıdır. Rəmli cədvəlinə görə də əlbəttə istəyir bir şey desin, cəlibdir. Rəm cədvəli və dili. Cədvəldə işlənən su, satınan və su, yel, bad, kimi kəlmələrin əski türkcə imlası və şeirlərin dil özəllikləri bizə bu əsərin 19-cu əsrin əvvəlləri ya ortalarında, yəni 1800 miladi ya 1860 miladi, 1200 hicri ya 1280 hicri aid olduğunu deyir. Təxmini tarix bu əsər böyük ehtimalla 180 ta 200 il bundan əvvəl yazılıb. Dəqiqraq istəsək, dövr Qacar dövrünün ortaları və ya Osmanlının tənzimat dövrünə yaxın illər. Tamam, o kitabı çox istəmirdim, amma bunu istirdim. Əlbəttə ona görə də yaxşı oldu, bir məlumat verdi. Gözəl. Görün bu şey ki, demişdim mən bir şey sənə verəcəyəm, nə yazdı? Yaxşı. Səhifədəki ləfz, üslub və təbirlərə baxdıqda şairin mahölünə belə təxmin etmək olar. Təkyə, təsəvvüf, mahölünə dəlalət edən əlamətlər. Səhifədə çox görünən təbirlər, əcz, zikr, səbr, visal, saqi, fəna, səfa mənisində içki istiarələri. Bu sözlər klasik sufi, təsəvvüfi şeirin əsas lüğətləridir. Nəət üslubunda aciz bəndə, xami qasir, mədhən qüvvət yetənməz kimi təbirlər də təkyə şairlərinə məxsusdur. Mədrəsə mahölünə dəlalət edən əlamətlər. Ərəbcə, farsca tərkiblərin çoxluğu. Nəsihət və təlimi ləhn. Əql, elm, zikr, şükr kimi əxlaqi məfahim. Bu da şairin tamamilə amiq
Amik təkcə şairi deyil, mədrəsə təlimi görmüş bir şəxs olduğunu göstərə bilir. Nəticə, ən qüvvətli ehtimal, mədrəsələri amma təkcə mənsub bir təsəvvüfi şair, yəni mədrəsə təlimi almış, sonra təkcə və təsəvvüf mahulündə şeir yazmış. Bu tip şairlər 970 ilə 1040 hicri dövrəsində çox yayğındır. Təxəllüs baxımından da Xürrəmi oxunuşu hələ də daha qüvvətli görünür. Çünki təsəvvüf şeirə uyğun şadmani məhəbbət mənisi var. Əgər istərsən beytləri, tamam, istəmirəm də, qalanı qalsın. Bu şeirin, bu kitabın, əlyazmanın üst-üstə bildik ki, aşağı-yuxarı bunun əvvəlində tarix var idi, yox idi. Yox, ya kitabın əvvəli dedik cırılıb, axırı da cırılıb, ona görə tarix yoxdur. Amma burada bir gözəl bir şeir görürəm. Oxuyum, görüm oxuya biləcəyəm bunu, ya yox. Ey dil yetişir qəflət, əğyardən et üzlət. Ey dil yetişir qəflət, əğyardən et üzlət. Dur incimə et, dur incimə et xəlvət, kəj şüdə budur vəhdət. Kəj tədə budur vəhdət. Kəj bətdə nə mənadır? Kəj bətdə budur vəhdət. Allah budur ricət. Kim meyl əlayiqdir, ya əlayiqdən. Kim meyl əlayiqdən, çıx xeyr əlayiqdən. Kəsmə vəli xaliqdən, kəsmə dili xaliqdən. Kəcində budur vəhdət. Kəcində budur vəhdət nə demək olar? Bunu gedim burada Google-dən soruşum ki, kəcində nə deməkdir? Bu şeiri əlbəttə yazsam daha yaxşı olar. Yəni bəndin yazımı, bənd nə mənədir? Kəsmə dili xaliqdən. Kəsmə dili xaliqdən. Kəj kəcində budur vəhdət. Kəcində budur vəhdət. Bu beytdə kəcində necə oxuna bilir və hangi anlamları daşıya bilir. Görək ki, bunu necə oxuyur? Bu beyt klasik irfani ədəbiyyatın ən dərin mənalarından birini daşıyır. Sizin qeyd etdiyiniz kəcində kəlməsi əlyazma üslubunda iki cür oxuna bilir və hər ikisi də məna baxımından bir-birini təkmillər. Kəzəndə, gəzəndə kimi oxunuşu qədim türkçədə və klasik perspektivdə gizlənmiş, örtülmüş və ya cəvəlanidən mənasında işlənir. Bu halda beytin mənası belə olur. Xaliqdan əlaqəni kəsmə,
Çünki o gizli və cəvələn edən kəsrətin içindədir. Vəhdət Allahın birligidir. Vəhdət vardır, Allahın birligi vardır. Yəni xalqın içində olub kəsrətdə vəhdəti görmək əsli hünər sayılır. Allah Allah. Gəncündə oxunsa, küncündə kimi oxunuşu. Əgər bu kəlməni əlyazma şəklində kəncündə oxunsaq, beləsi oxunmur, ona görə onu oxumayacağıq. O cür oxunmadığı üçün. Ey dil yetişir qəflət, əğyardən et üzlət, dür incit et nə mənə incit olmaz ki? Dür incit əncümən, dər əncümən et xəlvət, kəcündə budur vəhdət. Kesrətdə budur vəhdət. Kesrətdə budur vəhdət. Kesrət oxunacaq, düzdür. Düz oldu. Ey dil yetişir qəflət, əğyardən et üzlət, در انجمن et xəlvət, kesrətdə budur vəhdət. Allah budur vəhdətdir, vəslətdir. Görək ki, hangisi çıxacaqdır. Kim meyli əlayiqdən, çox xeyri əlayiqdən, kimsə dili xaliqdən, kesrətdə budur vəhdət. Allah budur vəslət. Vəslət də ola bilər, vəhdət də ola bilər. Hər ikisində vəhdət. Allah'a budur vəhdət. Səy ilə haqqı əhbali tər neylə hər əmali. Səy ilə haqqı əhibbayi. Səy ilə haqqı əhibbayi. Zən ilə dur amali. Dil beyti qıl xali, dil beytini qıl xali, kesrətdə budur vəhdət. Allah'a budur vəslət, vəhdət. Nə turdən hur isə, nə hur isə, nə cənnət hur istə, nə tur nə hur istə, nə cənnət hur istə. Sən madə huzur istə, sən sadə huzur istə. Gərkərdə budur vəhdət. Kisrətdə budur vəhdət. Allah'da budur vəhdət. Nəfsün həvəsə tərk et. Nəfsün həvəsün tərk et. Allah yuni tut get. Nəfsün həvəsün tərk et. Allah yuni tut get. Var mənzilə ünsiyyət. Üns et. O şeir ki üstə yazmışdı, o görə təkrar olur. İndi o nə idi? Kesrətdə budur vəhdət, Allah'da budur vəslət ya vəhdət. Ha, üstə burada niyə getdim də ora mən? Nəfsün həvəsün tərk et. Allah yönünü tut get. Yolunu etmə. Allah yolu. Allah yolunu tut get. Var mənzilə üns et. Kesrətdə budur vəhdət. Allah budur vəhdət. Get eşq ilə
danışdən. Get əql ilə danışdən, hər məqsədə xahişdən. Xurmə məhşər xurmək məhşərdən hənişdən. Kisrətdə budur vəhdət, Allah budur vəslət. Təqdir demə, ol agah. Təqdir demə, ol agah. Təslimidə ol dugah ya hərgah. Gəl min indillah. Kisrətdə budur vəhdət, Allah budur vəhdət. Gəl tərki cəfa ilə, əhdi kəsib difa ilə. Nəqzi ilə iba ilə, nəqzinlən iba ilə. Kisrətdə budur vəhdət, Allah budur vəhdət. Hər qətrədə dərya var, hər qasidə, hər qamidə ənqa var. Bil bunda nə məna var. Kəsrətdə budur vəhdət, Allah'da budur vəslət. Qat qətrəyə dərya. Qat qətrəyi dəryaya. Qat qətrəyi dəryaya. Qaf et vəli ünqaya. Qaf et dili ənqaya. Vaqif ol o mənaya. Kisrətdə budur vəhdət, Allah budur vəhdət. Cestün isə qəflətdən, toy kəsə həqiqətdən. Çox cəlib mənası var, amma təəssüflə xətti yaxşı oxuya bilmirəm. Dediyim kimi bu xətti oxumağa imkan var, amma gərək vaxt çox qoy adam bu kitabdan bir 10 səfə heç olmasa oxuya, eləyə bilər ki, göz buna adət eləsin. Ey Allahım, bəni sən eylə irim, aman Allah. Ey Allahım, bəni sən eylə irimə, aman Allah. Bəni sənsiz didar irmə. Bəni sən didarına irmə. Sən heyf. Çox gözəl kitabdır, çox gözəl şeirdirlər, çox dərin mənalı və mənim istədiyim, amma heyf ki, bu xətti oxumaqda çox zorluq çəkdim və yoruldum. Yəni bugünkü kitablar əslində heç birisinin zorum çatmadı. Yəni Rəmli çox aydın yazmışdı, amma mən baş tapırdım nədir? Və Rəmlidən sonra 2 kitab da oxuduq. Nə idi? Birinci kitab bu Təkoğlu Rəmli falan idi. İkinci kitab Fotkopoldu, əslən oxuya bilmədik nədir? Baş tapmadım. Və üçüncü kitab çox dərin kitabdır, çox irfani, arifanə kitabdır. Və mənim üst-üstə bu anlamı sevdiyim kitabdır. Amma heyf olsun ki, yoruldum və bundan çox oxuya bilmədim. Qalsın, görüm bunu oxuyaram, bunu çalışaram ki, bunu oxuyayım. Və oxusam hətmən bundan bir-iki şeirdə canlı yayında oxuyaram ki, dostlar bundan, əgər mən ləzzət aparsam, dostlar da bəlkə ləzzət aparsın. Keyf sürsünlər. Beləliklə bugünü də keçirdik. Allah Teala və Təbarək və Teala'ya şükür olsun ki, bu günləri bizə ömür verdi. Dədələrimiz yazdığı, çalışdığı kitablardan 3-ünü gördük. İkisindən, birindən biraz çox, amma heç zat düşünmədim, çünki Rəmli idi. İkincisi ki, oxudum biraz şeir idi, irfan idi, amma onu da yaxşı oxuya bilmədim. Və ortada bir kitab var idi ki, onu da əsla oxumadım.
Amma bu kitabların tanış olduq, bildik ki, bizim dədələrimiz bu sahələrdə də kitablar yazıblar, əl yazmalar və bu kitabı ChatGPT və Gemini dediyinə görə hududən 500 il bu kitabın, şeirin ömrü var. O şeyin də Rəml kitabının da 200 il hududən dedi ömrü var. Hər halda Allaha şükür olsun bu kitablarla tanış olduq.